Müşfiq xan, yataqdakı qatil. 1. Dəhşətli çığırtı bircə anın içindəcə bütün həyəti başına götürdü. Havanın sərin olmasına baxmayaraq, açıq buraxılmış pəncərədən əvvəlcə həyətə, sonra isə qonşu evlərə tərəf yayılan səs Elbrusa tanış gəldi. Gecənin gec saatlarında evinə yorğun və yarı yuxulu qayıdan bu orta yaşlı adam bir anlıq özünü qorxulu filmin içindəymiş kimi hiss elədi. Sükutu parçalayan bu səs bir anın içindəcə bütün ruhuna nüfuz etmişdi. Birdən-birə qolları boşaldı. Çiynindəki notebook çantası titrəyən dizlərinə sürtünərək yöndəmsiz şəkildə ayağının altına düşdü. Özgə vaxt göz bəbəyi kimi qoruduğu notebookun yerdə olması indi heç vecinə də değildi. Nə baş verdiyini təcili aydınlaşdırmaq lazım idi. Sağ ayağını yerə basanda bədənindən qeyri-ixtiyari titrəmə keçdi. Səndələyə-səndələyə özünü daş pləkana yetirmişdi ki, ikinci dəfə tükürpədici bağırtı gəldi. Bu dəfə qışqıran uşaq idi. 6 yaşlı oğlu Ramizin səsini o dəqiqə tanıdı. Bir neçə saniyə əvvəl qorxunc səslə qışqıran isə həyat yoldaşı Nahidə olacaqdı. Yay gecəsinin sükutunu darmadağın edən bu nalə içəridə nə isə faciəli bir hadisə baş verdiyini açıq-aydın xəbər verirdi. Elbrus var qüvvəsini toplayıb pilləkənlə yuxarı evə qalxmaq istəyirdi ki, qəfildən qapı açıldı. Nahidə gözləri bərəlmiş halda aşağıya doğru şığıdı. Sanki nə ərini, nə də pillələri görürdü. Sadəcə dəli kimi darvazaya tərəf qaçırdı. Ana! Qorxu içində qışqıra-qışqıra anasının dalınca eyvana cuman Ramiz pilləkənlərdə atası ilə burun-buruna gəldi. Elbrus yerindəcə donub qalmışdı. Bu mənzərə indi dəhşətli bir filmə bənzəyirdi. Bu cür dəhşətli səhnələri o adətən yorğun vaxtlarında avtobusda mürgüləyəndə görərdi. İndi isə öz evində yaşanırdı. Bu dramatik anlar onu sarsıtmışdı. Hadisənin təsirindən çıxa bilmirdi. Elbrus yalnız boynunu qucaqladığı oğlunun isti gözyaşları yanağına toxunduqda ayıldı. Gəldiyi andan təxminən 200 dəqiqə keçmiş olardı. Nahidə həyətə şığıdığı kimi özünü küçənin qaranlığına vurmuş, bir anın içindəcə gözdən itmişdi. Anam adam öldürdü, ata! Elə bil uşağın dili birdən-bir açıldı. Bir əlini pəncərəsi açıq olan otağa sarı uzadır, o biri əli ilə bərk-bərk atasının biləyini sıxırdı. Uşaq keçirdiyi sarsıntının təsirindən tir-tir əsirdi. Yataq otağındakı dəhşətli mənzərə biraz bundan əvvəl burada baş verən tükürpədici cinayətdən xəbər verirdi. 35-40 yaşlı kişi meyiti yataqda üzü qoyulu uzadılmışdı. Qan içində idi. Bu səhnə o qədər qorxulu idi ki, uşaq atası ilə içəri girəndə özünü saxlaya bilməyib, yenidən dəli kimi bağırmağa başladı. Elbrus oğlunun halının pisləşdiyini görüb uşağın üzünü bərk-bərk sinəsinə sıxdı və onunla birlikdə tələm-tələsik özünü eyvana atdı. 2. Haray-həşir səsinə demək olar ki, qonşuların hamısı yığışıb gəlmişdilər. Növbəti vahiməli siren səsindən sonra təcili tibbi yardım maşını meyiti tibbi ekspertizaya aparmaq üçün oradan uzaqlaşdı. Bayaqdan bəri hadisə yerində işləyən qrupun rəhbəri, açılmayan qətl işləri üzrə baş müstəntiq Saday Oğuz əsəbi halda hadisənin baş verdiyi otaqdan çıxdı və eyvanda dayanıb telefonda danışan prokurora yaxınlaşdı. Elə bu an qəfil yadına düşdü ki, 4 ildən sonra ilk dəfədir ki, isti izlərlə hansısa cinayət hadisəsini araşdırmağa gəlib. Açılmayan izi itirilmiş, uzun sürən qətl hadisələri həmişə Satonun marağında olsa da, adi qətillər çox az hallarda diqqətini çəkirdi. Saday Oğuz da buradadır. Prokuror telefonda İstintaq İdarəsinin rəisinə məlumat verdi. Gözcü baxmaqla hiss etdi ki, onun hadisə yerində olmasını rəisə xəbər verməsi Satonun xoşuna gəlmədi. Sato, yəni onun da elə yerlərdə iş olur? Rəis təəccübünü gizlətmədi. İstehsalı danışığından hiss olunurdu ki, yenə də Sadayla araları dəyib. Hətta hər ikisinin də hissli olduğu açıq-aşkar görünürdü. Hə, elə bildim siz göndərmisiniz. Telefonu ona verin, İstintaq İdarəsinin rəisi xahiş etdi. Lakin prokuror telefonu uzatmaq üçün çevriləndə Sato artıq oradan uzaqlaşmışdı. Rəis ilə telefon danışığını bitirib qonşulardan evlərinə qayıtmalarını xahiş etdi. Bir neçə dəqiqə əvvəl hadisə yerində işlərini bitirmiş tibbi ekspert, fotoqraf və digər əməkdaşlara isə işarə ilə çıxmalarını bildirdi.
Bu dəqiqələrdə meyidi tibbi müayinə üçün aparan ambulans yəqin ki, morqa çatmış olardı. Sato evə çatanda axtarış qrupunun rəhbəri zəng edərək Nahidəni aparan taksinin sürücüsünü tapdığını xəbər verdi. Qadın özü aradan çıxa bilmişdi. Nahidə taksi sürücüsünə rayona, qaynatası Mirəli kişinin yanına getdiyini deyibmiş. Yorğun halda sınıq salxaq divana uzandı. Artıq hadisə haqqında düşünməyə başlamışdı. Amma hələ də bu cinayətdən xəbər tutan kimi qətlin baş verdiyi yerə getməsinin səbəbini özü üçün aydınlaşdıra bilmirdi. Bəlkə də dünən işdə olan hədsiz gərginlik, rəis ilə etdiyi mübahisə, əsəblərinin hələ də sakitləşməməsi buna səbəb olmuşdu. Bəlkə də bu, kim olursa olsun, tək qatil, günahkar birini tapıb bütün hirsini onunla soyutmaq istəyirdi. Əgər belə etsə, deməli artıq bütün işi gücünü atıb, ciddi şəkildə istirahət etməli idi. Ötən ay həkim də psixoloji gərginliklərdən mümkün olduqca qorunmağı tapşırmışdı. 3. Sato ötən gecəki hadisənin baş verdiyi otaqda çəkilən fotoşəkilləri incələyirdi ki, qapı döyüldü. Tibbi ekspertizanın çıxartdığı rəyi gətirmişdilər. Ötən gün meyitin ilkin müayinəsində şübhələndiyi məqamları müqayisə etmək üçün tələmtələsik qovluqdakı materiallara nəzər salmağa başladı. Qətlə yetirilən Sahab adlı şəxsin 38 yaşı var imiş. Ölümün səbəbi olaraq orta döş xəttinə yaxın 8-9-cu cüt qabırğalar bərabərliyində kəsilmiş və deşilmiş 3 yara göstərilirdi. Qatil hər 3 bıçaq zərbəsini demək olar ki, eyni yerə vurmuşdu. Diqqətini çəkən məqam mərhuma bıçaqlanmazdan əvvəl küt alətlə baş nahiyəsindən ağır xəsarət yetirilməsi idi. Bu məqam dünən gecə hadisə yerinin ilk təhqiqatı zamanı da Satonun diqqətini çəkmişdi. Dünən həmin otaqda pəncərənin yanından tapdığı düyməni bayaqdan bəri bəlkə də 10-cu dəfə barmaqları arasında sıxıb fikirli halda nəzərdən keçirirdi. Sahabın köynəyindən qopmuş bu düymənin orada olması hələlik yalnız bir versiyanı istisnasız sübuta yetirirdi. Mərhumu otağa pəncərədən keçirmişdilər. Düzdür, düymə sapı boşaldığı üçün də qopa bilərdi. Amma Sato onun dartılaraq ya da çəkilərək qırılmasından daha çox şübhələnirdi. Sahabın əynindəki köynəyə baxmışdı. Ucuz mal olsa da təzə görünürdü. Belə köynəyin düyməsi öz-özünə düşə bilməzdi. Digər düymələrin isə hamısı yerində idi. Hadisənin hansı şəraitdə baş verdiyini düşünüb tapmaq istəyi bu dəqiqələrdə beynində hədsiz gərginlik yaradırdı. Belə çıxır ki, Sahabın Nahidə ilə gizli əlaqəsi var imiş və Elbrus'un ezamiyyətdə olmasından istifadə edib. Sahabın yoldaşı evdədir. Sato şöbə əməkdaşının sözünü yarımçıq kəsib fikrini məşğul edən sualı verdi. Bəli, ölüm xəbərini eşidəndən evdən çıxmayıb. Yəqin hələ də özünə gələ bilməyib. Şöbədə danışdıracaqsınız? Yox, Nahidədən necə xəbər yoxdur ki hələ. Biraz əvvəl xəbər verdilər ki, psixi vəziyyəti yerində olmayan bir qadın saxlanılıb. Əlamətlərə oxşayır. İndilərdə şöbəyə gətirəcəklər. Mən indi çıxıram. Xəbər tutar-tutmaz mütləq məlumat verərsən. Sato bunu deyib getdi. Ensiz küçədən ayrılan dalandakı ilk evin darvazasında 14 yazısı görünürdü. Sahabın evi idi. Sato zəngi bircə dəfə basıb gözlədi. Təxminən 1-2 dəqiqə sonra qapının şaqqıltısı eşidildi. Mələk idi. Dünənki qətlə həyat yoldaşını itirmiş qadın. Bu evin yeganə sakini. Onun ayağını sürüyə-sürüyə könülsüz halda gəlib çıxmasını gözləmək yorucu oldu. Gözləri ağlamaqdan tuluğa dönmüşdü. Qapını açıb müstəntiqlə üz-üzə gələndə bir anlıq çaşdı. Özünü itirmiş halda üst başına nəzər saldı. Elə bil yalnız indi görünüşünün fərqinə vardı. Satonun nəzərləri qeyri-ixtiyarı qadının sinəsində gəzişirdi. Üst düymələri açıq qalmış, paltarının yaxasından boylanan iri döşləri mələyə ən pərişan halında belə əvəz olunmaz gözəllik verirdi. Belə məhrəm paltarla o yalnız ərinin qarşısına çıxa bilərdi. İndi isə Sahab yox idi. Dünən gecə müəmmalı şəkildə qətlə yetirilmişdi. Şübhəsiz gecədən bəri göz yaşları içində onun haqqında düşünməsi, xatirələrin, tənhalığın elə iş saatlarındaca yaşatdığı istirab mələyə hələ də əzab verməkdə idi. Ərinin yoxluğu onu çox tez çaşdırmışdı. Qeyri-ixtiyari əlini paltarının yaxasına apardı və sanki bu təmasdan səksəndi. Özünə də qəribə gəldi. Əlləri od tutub yansa da sinəsi buz kimi idi. 4. Evdə qəribə bir sükut hökm sürürdü. İsti qarışıq, xəfif meh açıq pəncərədən içəri keçir,
Solğun pərdələri ehmalca havada oynadırdı. Pəncərədən görünən həyətin üzücü mənzərəsi indi daha çox darıxdırıcı təsir bağışlayırdı. Həyat yoldaşınız dünən evdən saat neçədə çıxmışdı? Yaranan sükutu Sato pozdu. Hiss olunurdu ki, qonşu otaqdan qayıdan qadın nazik jaketi tələm-tələsik əyninə keçirib. Amma indi biraz əvvəl qapıda olduğundan daha rahat görünürdü. Evdən çıxanda hava qaralmışdı. Təxminən 7 olardı. Dəqiq xatırlasanız yaxşı olar. Sahab evdən çıxanda mən mətbəxdə axşam yeməyi hazırlayırdım. Biraz gecikmişdim. Hardasa 10-15 dəqiqə sonra işimi yekunlaşdırıb zala keçdim. Televizorda hansısa film gedirdi. Kanalları dəyişəndə səhv xatırlamıramsa saat 8-i olan xəbərlər sözünü eşitdim. Amma dəqiq yadımda deyil. Qadın tərəddüdlə dilləndi. Qısa aradan sonra tələsik əlavə etdi. Hə, 8 idi, çünki həmin vaxt qeyri-ixtiyarı divardakı saatı da nəzər salmışdım. Adətən hamımızda olur, saatın geri qalıb-qalmadığını dəqiqləşdirmək üçün baxırıq. Bunun kimi bir şey. Onda belə çıxır ki, yoldaşınız evdən çıxanda axşam 7-dən xeyli keçibmiş. Təxminən 8-ə qalırmış. Qadın başı ilə Satonun sözünü təsdiq etdi. Hiss olunurdu ki, fikirləri hələ də dağınıqdır. Nə danışacağını bilmir. Yanaqlarında bayaq yaranan qızartı indi onu daha da gözəl göstərirdi. Gözlərindən isə qəribə bir ehtiyac hissi boylanırdı. Sanki gözlənilmədən peyda olaraq ona tənhalığını unutturacaq, möhkəm-möhkəm qoynuna sıxıb oxşayacaq bir kişi arzulayırdı. Hara getdiyini dedi, Sato onu xəyallarından ayırdı. Adətən dostları ilə birlikdə yaxınlıqdakı kafedə çay içib nərd, domino oynayardılar. Elə dünən də çıxanda dedi ki, 1-2 saata gəlirəm. Həmişəki yerdə olacağını söylədi. Diqqətinizi çəkən qəribə nəsə oldu mu? Bəlkə tələsirdi ya təlaşlı idi. Sadəcə sizin fikriniz mətbəx işlərində olduğu üçün fərqində olmayıbsınız. Doğrudur, başım qarışıq idi. Amma evdən çıxanda siqaretini istədi. Mən gətirəndə əyilib ayaqqabılarının ipini bağlayırdı. Həmişəki kimi idi. Yəni qeyri-adi heç nə hiss etmədim. Amma indi xatırlayanda mənə elə gəlir ki, biraz fikirli görünürdü. Qadın bunu deyib gözlərini həyətə zillədi. İndi külək bayaqdan bəri yerlədiyi pərdələri bir kənara çəkib, otaqda rahat-rahat vargil edirdi. Niyə sizə elə gəlir ki, o evdən çıxanda fikirli imiş? Siqareti verəndə əhvalım olmadığını, süfrədə tək oturmaq istəmədiyimi, onu gözləyəcəyimi dedim. Biraz tez qayıtmasını tapşırdım. O isə həmişəkindən fərqli olaraq heç nə demədi. Çıxıb getdi. Həmin an fərqinə varmadım, çünki qazanın altını söndürmək üçün mətbəxə keçməli idim. Sonra da başım televizora qarışdı. Hadisədən nə vaxt xəbər tutdunuz? Sizin əməkdaşlar zəng edəndə qadın özünü saxlaya bilmədi. Ovucunun içindəki əl yaylığını gözlərinə sıxıb ağlamağa başladı. Halınızı başa düşürəm, amma ərinizin qatilinin tez tapılması üçün bildiklərinizi mənə danışmağınız vacibdir. Bir neçə dəqiqəlik fasilədən sonra qadın özünü ələ alıb sakitcə danışmağa başladı. İndi Sato susub onu dinləyirdi. Nahidəni çoxdan tanıyıram. Biz Sahabla evlənməmişdən əvvəl onlar bir-birini sevirmişdilər. O qadından heç vaxt xoşum gəlməyib. Birdən elə bilirsiniz ki, bu qısqanclıqdır. Yox, qətiyyən bununla bağlı deyil. Əlbəttə tez evlənəndən Sahabı o qadına çox qısqanırdım. Həmin vaxt onların əlaqələri çoxdan kəsilmişdi. Heç ağlıma da gəlməzdi ki, nifrət etdiyim o qadınla bu səviyyədə düşmən olacağam. O mənim ərimin qatilidir. Bunu deyəndə mələyi birdən-birə titrəmə tutdu. Səsindəki sakitlik, mərhəmət qəfildən qəzəbə çevrildi. Gözləri hədəqəsindən çıxacaqmış kimi bərəldi. Xahiş edirəm, biraz sakitləşin. Sizi başa düşürəm, amma bu cinayəti kimin törətdiyini təhqiqat başa çıxandan sonra biləcəyik. Davam edin. Sato bunu deyib, qadının gözünə nəzər saldı. İndi onun gözlərində nifrətlə yanaşı qəribə bir şübhə də sezilirdi. Mən daha heç nə bilmirəm. Danışmaq istəmirəm. O çox pis və məkirli qadındır. Nə vaxt qarşılaşmışıqsa, üzünə baxanda ətim ürpənib, qorxmuşam. Bilmirəm. Necə izah edim? O lap cadugara oxşayır. Hər dəfə onu görəndən sonra Sahabla aramızda inciklik, qanqaraçılıq olurdu. Necə yəni? Xahiş edirəm, biraz aydın izah edin. Mən onu gördüyümü deyirdim. O da Nahidə haqqında soruşub maraqlananda söhbət uzanır, sonu da mübahisə ilə bitirdi. Ümumiyyətlə necə olurdu bilmirəm, amma o qadın mənim qarşıma tez-tez çıxırdı. Həmişə də üzümə qanlı-qanlı baxırdı. Elə bil qısır olmasının günahkarı mən idim.
Görünür onların uşaqlarının olduğundan xəbəriniz yoxdur. Siz Allah güldürməyin məni. Nə onların uşağı? Kim bilir hansı yiyəsilərin evindən götürüblər. O qadın sahabla gəzəndə neçə dəfə yatdıblar. Uşaqları olsaydı onda olardı. Əşi, özləri bilərlər. İndi onları düşünəcək halım yoxdur. Qadının sözü Satonu tutdu. Özü də uşaq evində böyümüşdü. Sanki bircə saniyədə orada keçirdiyi bütün günlər gözlərinin önündən keçib getdi. Amma elə həmin anda da fikirdən ayıldı. Sanki bunu elə bu dəqiqə hiss etmişdi. Ora nə qədər sevimli və əziz yuva olsa da, heç vaxt adı yaxşı səslənmirdi. Elə mələyin dediyi kimi idi. Yiyəsilər evi. Söhbətlərarası yaranan fasilə uzun sürmədi. Nahidə ilə həmişə eyni yerdə rastlaşırdınız. Demək olar ki, hə. Mən tikiş işləri üçün xalamgilə gedəndə o uşağı bağçadan gətirirdi. Yaxşı, indi getməliyəm. Sizi çox yordum, amma sonuncu bir sualım da olacaq. Elbrus'u tanıyırsınız? O ifritənin əri olduğunu bilirəm. Nahidə onu da öz toruna salıb bədbəxt eləyib. Qadın bunları deyərkən yenidən özündən çıxmağa başladı. Hikkəsindən az qala cilov gəmirirdi. Sanki Nahidənin ərini öldürdüyünü gözləri ilə görmüşdü. Bütün günahları onun üstünə yıxmaq, bu yolla vaxt itirmədən çəkdiyi əzablardan qurtulmaq istəyirdi. 5. Mələyin danışdıqlarının hamısı doğru idisə, deməli hadisə günü Sahab təxminən axşam saat 8-ə qalmış fikirli halda evdən çıxmışdı. Meyitin ayağında aşkar edilən ayaqqabıların isə bağsız olduğu deyilirdi. Qadın isə ifadəsinə bunun əksini söyləmişdi. Hələ ki, diqqəti çəkən ən şübhəli məqam bu idi. Sato qatilin bundan xəbərsiz olduğunu düşünsə də, hələlik əks variantı istisna etmirdi. Digər tərəfdən, Sahabın evdən tələsik çıxması, gedərkən siqaretini evdə unutması hansısa vacib görüşə tələsdiyindən xəbər verirdi. Sato onun yoxsul olduğunu nəzərə alsaydı, yəqin ki, həmin vaxt cibində pulunun həmişə kimi az olduğunu qəbul etməli idi. Əks halda yoldan qayıtmaz və siqareti yol üstü də ala bilərdi. Bəlkə də evdən çıxanda ümumiyyətlə pul olmayıb. Meyitinin Elbrus'un evində tapılması da bunu göstərir ki, o görüş üçün uzağa getməyəcəyini əvvəlcədən bilirmiş. Daha doğrusu, hara və nə üçün getdiyindən əminmiş. Yaxud da onu hadisədən bir neçə saat əvvəl həmin yerə çağırıbmışlar. Atılmayan qətl işləri üzrə baş müstəntiq Saday Oğuz gecəyə qədər bu cinayət hadisəsini isti izlərlə çözməyə çalışırdı. Şöbəyə çıxanda nahar fasiləsinə az qalırdı. Bayaqdan bəri qurduğu senaridə çatışmayan cavabı hələ də axtarmaqda idi. Əgər həqiqətən də hər şey fikirləşdiyi kimi idisə, bir məsələ hələ də müəmma olaraq qalırdı. Sahabın mobil telefonu yox idi. Belə olan halda onu görüşə çağıran adamla necə əlaqə yaratmışdı? İçindən qəribə bir hiss bir sualın cavabını taparsa, qatilin kim olduğunu da müəyyən edəcəyini deyirdi. Fikirli halda binaya girdi. Dostu gündüz şöbədə oturub onun gəlişini gözlərdi. İçəri girər-girməz Satoya yaxınlaşdı. Axır ki, gəlib çıxdın. Telefonun yenə bağlıdır. Hə, mələyi danışdırmağa getmişdim. Taksi sürücüsünün ifadəsini alıbsan? Almışam, məncə şübhəli bir şey yoxdur. Bunu deyib istintaqın səs yazısı olan diski ona uzatdı. Yaxşı, sonra qulaq asaram. Sən yubanmadan Elbrus'un iş yerinə get. Dediyinə görə ezamiyyətdən 2 gün tez qayıdıb. Onların kollektivi rayonda film çəkilişlərindədir. Uzaq deyil, sürücüyə tapşır yolda ləngiməsin. Rayonda 1 saatlıq işin var. Çalış tez qayıtmasının səbəbini öyrənəsən. Deyirin atası ilə görüşəcəksən, səndən xəbər gözləyir. Eybi yox, gözləsin, istintaqın yazısına qulaq asandan sonra görüşərəm. Çalış tez qayıt. Hə, bir də Elbrus indi hardadır? Dünəndən dostu gildə qalır. Uşaq da yanındadır. Sən ondan da şübhələnirsən? Hələ ki yox. Yaxşı, sən tələs. 6. Gündüzün təcrübəsi açıq-aydın hiss olunurdu. Taksi sürücüsünün ifadəsini ustalıqla almışdı. Demək olar ki, Satonu maraqlandıran bütün sualları vermişdi. Amma vəziyyət heç də bütünlüklə onun dediyi kimi deyildi. Xeyli şübhəli məqamlar vardı. Birincisi, hadisə baş verən gün, yəni dünən gecə əgər ərazi nəzərə alınarsa, küçədə hətta yaxınlıqda belə hansısa taksinin olması qəribə görünürdü. Bunu Sato dünən hadisə yerində olarkən müşahidə etmişdi. Bugün səhər yolunu həmin tərəfdən salanda bir daha əmin oldu ki, o küçədə taksi dayanmır. Deməli, hadisə törədilməmişdən əvvəl küçəyə həmin taksi ilə gələn olub. Taksi sürücüsü də ifadəsində bu fərziyyəni təsdiqləyib. Amma gətirdiyi adamı tanımadığını bildirib.
Sadəcə əlindəki çamadanı və digər əşyaları maşından götürməkdə ona kömək edib. Həqiqətən də belədirsə, qaranlıq olsa da sürücü onun üzünü görməli idi. Amma xatırlamadığını deməsi Satoda şübhə yaradırdı. Başqa bir şübhəli məqam da var idi. Əgər sürücü gecə vaxtı kimisə ora gətiribsə, müştəri gedəndən sonra nəyə görə çıxıb getməyib, nəyə gözləyib? Hələlik Satonun bu barədə ağlabatan fikri yox idi. Odur ki, getdikcə əsəbləri gərginləşirdi. Zala gedib biraz məşq etmək, beynindəki yükü atmaq fikrində idi. Adətən belə edəndə xeyli rahatlanır, fiziki yorğunluqdan sonra daha yaxşı fikir yürüdə düşünə bilirdi. Otaqdan çıxmağa hazırlaşırdı ki, şöbə əməkdaşı qapını döyüb içəri girdi. Şübhəli qadının Nahidə olduğu təsdiqləndi, amma danışa biləcək vəziyyətdə deyil. Hardadır indi? Ruhi əsəb dispanserinə apardım. Həkim dedi ki, bir həftə nəzarət altında qalmalıdır. Özünə xəsarət yetirə bilər. Güclü psixoloji sarsıntı keçirib. Bəlkə aradan çıxa bilmədiyinə görə planı dəyişib, indi də rol oynayır. Əslində gizlicə müşahidə apardım. Hərəkətləri şübhəli görünmürdü. Amma yenə də siz bu işləri məndən daha yaxşı bilərsiniz. Serjant halını pozmadan yarı əminliklə dilləndi. Yaxşı, mən çıxıram. Rəis soruşsa de ki, zalda olacağam. Saat 3-də Mirəli gəlsin, görək o nə danışır. Tanıyırsan da? Tanıyıram, Elbrus'un atasını deyirsiniz. Hə. 7. Götür bunu, Saday əsəbi halda qışqırdı. Skamyada arxası üstə uzanmışdı. Sinəsinin üstündə yarıya qədər qaldırdığı ştangı zaldakı köməkçisinə verəndə elə bir dünyanın yükü üstündən götürüldü. Mən sizə dedim axı, həmişəkindən çox yükləmisiniz. Qulaq asmadınız. Nə qədərdir bu? Ayağa qalxıb ştangı ayağı ilə itələdi. Çox gərgin və fikirli görünürdü. 115 kilo. Hara baxırsan bəs? Tələsik dəsmalı çiyninə atıb yumma otağına getdi. İlıq su başından süzüldükcə elə bir ayılırdı. Bayaqdan bəri beynində ilişib qalan sual indi onu tamam başqa dünyaya aparıb çıxarmışdı. Duşun altında hərəkətsiz və süz halda özünə gəlməyə çalışırdı. Qeyri-ixtiyari olaraq mələyin özü gözlərinin qarşısında canlanmışdı. Nə baş verdiyini hələ də anlaya bilmirdi. O qadın sanki Satonu ofsunlamışdı. Onu illərdir unuda bilmədiyi yeganə sevgilisi, uşaqlıqdan tanıdığı, hərbi xidmətdən qayıdandan sonra isə ölüm xəbərini aldığı Aynur'a oxşatmışdı. Soyuq suyu biraz da artırdı. Özünü ələ almağa çalışdı. Qadınlara qarşı maraqsızlığının birdən-birə belə şiddətli şəkildə dəyişəcəyini qəbul etmək istəmirdi. Üşüməyə başlayanda suyu bağladı. Sanki qəribə bir şübhə beynindəki fikirlərlə qarşı-qarşıya dayanmışdı. Nə ilə bağlı olduğunu dəqiqləşdirə bilmirdi. Bəlkə də mələklə bağlı idi. Çünki bayaqdan bəri bir neçə dəfə aydınlaşdırmağa cəhd etsə də nəticəsi olmamışdı. Tələsik qurulanıb yumma otağından çıxdı. Saday Oğuz ağır qətillərin üstünü açmışdı. İllərlə gözə görünməzə çevrilən qatilləri tapıb ifşa etmişdi. Yaxşı başa düşürdü ki, cinayət işinin araşdırılması müddətində hisslərə qapılıb emosional davranmaq müstəntiq üçün bağışlanılmazdır. Xüsusilə də araya qadın girdisə, deməli ciddi qorunmağa ehtiyac var. Amma Sato heç vaxt belə bir problem yaşamamışdı. İndi isə düşdüyü vəziyyət özünə də gülünc görünürdü. Məsələ onda idi ki, mələk onun diqqətini çox çəkmişdi. Səbəbini isə qayıdarkən yolda dəqiqləşdirmişdi. O, Aynur'a oxşayırdı. Səbəb bu idi. Mələyin ərini dünən gecə öldürmüşdülər və qatilin kimliyi bu saata qədər bəlli deyildi. Ola bilərdi ki, qətildə tamam başqa məqsəd olub, yaxud cinayəti törədən şəxs yaxın çevrədəki insanlardan heç biri deyil. Amma yenə də bütün bunlar Satonun mələyi şübhəlilər siyasından uzaqlaşdırmasına səbəb olmamalıydı. İş tələb edirdi ki, heç bir səbəb olmasa da o şübhələnsin. Amma o bacarmırdı, mələyin qatil olmasını qəbul etmək istəmirdi. Beynində şiddətli bir sancı hiss etdi. Necə oldusa, bayaqdan axtardığı şübhəli məqamı birdən-birə tapdı. Mələk ilə qapıda rastlaşanda ikisi də bir anlıq özünü itirmişdi. Amma həmin an Sato darvazanın ətrafından tanış bir iy də duymuşdu. Zəif əsən külək hardasa yaxınlıqda qan qoxusu gətirirdi və Sato qadınla görüşün təsirindən küləyin gətirdiyi qoxunu diqqətdən qaçırmışdı. Qanı qaraldı, işə çatan kimi əməkdaşlardan birinə sahabın həyətini diqqətlə axtarmasını tapşırdı. Otağında onu gözləyən Mirəlinin yanına getdi. 8. Ötən gecə baş verən hadisədən sonra artıq ikinci dəfə idi ki, bu həyətə kənar adamlar gəlirdi. Şöbə əməkdaşlarını görəndə gediş-gəlişi çox olmayan evin sahibəsinin
Mələyin üzündə ötəri narazılıq yarandı. Çox keçmədi ki, həyəcan hissi ilə əvəzləndi. Cinayət axtarış şöbəsindən gələn 2 nəfər əməkdaş hələlik ona yalnız bunu bildirmişdilər. Ərinizin qətl işi ilə bağlı evinizdə axtarış aparmalıyıq. Axtarışa gətirilmiş it isə bayaqdan bəri darvazanın həndəvərində hərlənir. Arada bir dayanıb tənbəlliklə nəyəsə hürürdü. Mənimlə işiniz yoxdursa yuxarı qalxmaq istəyirəm. Qadın itdən qorxduğunu hiss etdirərək başı ilə evə tərəf işarə etdi. Həyətdə axtarış aparılan diqqəti işdə olduğundan ona cavab verən tapılmadı. Qadın sakitcə evə doğru getdi. Hiss edirdi ki, aclıqdan mədəsində ağrılar başlayıb. Dünən axşamdan bəri dilinə heç nə dəyməmişdi. Qapını örtüb içəri keçəndə gözücü həyətə nəzər saldı. Həmişə darıxdırıcı və yorucu görünən hasar divarları bu dəfə daha cansıxıcı idilər. Laqeyd nəzərlərlə həyətdə axtarış aparan əməkdaşları süzdü. Öz aralarında nəyisə müzakirə edirdilər. Səslərini eşitməsə də üzlərindəki təəccübü açıq-aydın hiss etdi. Amma nə baş verdiyi ilə maraqlanmayıb sakitcə mətbəxə keçdi. Üzgün və məyus idi. Səbəbini özü də bilmədən bir neçə saat əvvəl söhbət etdiyi baş müstəntiqi Saday Oğuzu xatırladı. Düşündü ki, həyətdəki əməkdaşlarla müqayisədə o öz işini daha yaxşı bacarır və çox mədənidir. Sonra birdən-birə müstəntiqlə qarşılaşdığı an gözlərinin önündə canlandı. Yenidən yanaqlarında istilik hiss etdi. Cinayət axtarış şöbəsinin leytenantı biraz əvvəl tövlədə tapdığı şübhəli yeri digər əməkdaşa göstərdi. İçəridə lampa yox idi. Köhnə şiferlərdəki deşiklərdən sızan günəş şüaları içəri azacıq işıq salırdı. Ətrafda kiçik axur, bir neçə saman bağlaması, dağınıq halda küncə qalaqlanmış odun və irili xırdalı müxtəlif metal parçalar nəzərə çarpırdı. Deyəsən hansısa avtomobilin sökülmüş hissələri idi. Tövlə boyunca atılmış taxta dirəklərin üstünə tavan əvəzi örtük yığılmışdı. Şöbə əməkdaşı dirəklərdən birindən tutub yuxarı qalxdı. Alıqaranlıq hissələr yaxşı görünmürdü. Əlləri çatan yerə qədər sağı solu bir neçə dəqiqə axtardı. Deyəsən işə yarayacaq nəsə tapmışdı. Örtünün üstündəki ayaqqabı tayını və qara selofana bükülü əşyanı götürüb aşağıda dayanan əməkdaşa göstərdi. Məncə axtardığımızı tapmışıq. Sato hadisə yerində meyidin ayağında olan ayaqqabının evdən çıxarkən geyindiyi ilə eyni olmadığını dedi. Mələk də öz ifadəsində ərinin evdən çıxarkən buna oxşar bağı olan ayaqqabı geydiyini bildirmişdi. Salafonun içindəki nədir? Burada 2-3 dənə bıçaq var. Bükülünü leytenanta uzatdı. Arvadına göstərək, ayaqqabını görsə tanıyacaq. Hə, məncə də yəqin ki, bu elə həmin ayaqqabıdır. Hadisə günü sahabın geyindiyi ayaqqabı. Tövlədən çıxanda hər ikisi itin darvaza dirəyinin yanında səs-küy saldığını gördü. Deyəsən nəsə tapmışdı. Darvaza dirəyini iri dəmir borunu pəncərəsi ilə cırmaqlayıb qoxulayır, dayanmadan hürürdü. Bəlkə də borunun içində nəsə gizlədiblər. Şöbə əməkdaşı bunu deyib aşağı hissədən paslanaraq bir neçə yerdən deşilmiş darvaza dirəyini işarə etdi. Leytenant iti geriyə çəkib sakitləşdirdi, çömbəlib burnunu həmin deşiklərə tutdu. İndi oradakı qoxunu daha yaxşı hiss edirdi. Borunun içindən qan qoxusu gəlirdi. Dirəyi kəsdirib içərisindən şübhəli əşyanı çıxartmaq lazımdır. Qaynaqçı tapıb təcili bura göndərmələri üçün şöbəyə xəbər verirəm. Sən isə mələyi danışdırıb tövlədə tapdığımız ayaqqabının həmin gün evdən çıxarkən ərinin ayağında olub-olmadığını soruş. Leytenant tapşırıq verdi. Onu nəzarətdə saxlayacaq? Kimi, mələyi? Hə, Sato ilə əlaqə saxlayıb fikrini öyrənərik. 9. Sato Mirəlini danışdırandan sonra hadisə ilə bağlı yeni şübhəli məqamlar aşkarlamışdı. İlk baxışdan bəsit cinayət hadisəsi kimi qəbul etdiyi bu qətlin görünməyən sirli tərəfləri üzə çıxdıqca daha çox əsəbləşirdi. Hələlik gündüzdən bir xəbər yox idi. İstintaq materiallarını yenidən nəzərdən keçirmək lazım gələcəkdi. Hadisə gün apardığı ilk təhqiqatdan sonra həyət darvazasındakı piyada qapısının dəstəyində qan izlərinə rast gəlmişdi. Ən çox diqqətini çəkən şübhəli məqam bu olsa da, mələyin Nahidə haqqında dediyi elə bil qısır olmasının günahkarı mən idim sözündən sonra, xüsusilə ayaqqabı məsələsinə görə hadisə törədilən vaxt nəyinsə planlaşdırıldığı kimi getmədiyini düşünməyə başlamışdı. Qapıdakı qan izi barəsində isə nə dünən gecə, nə də ki bugün kiməsə bir söz deməmişdi. Əslində, qatilin gecəyə qədər tapılmasında israrlı idi. Amma getdikcə başa düşürdü ki, bu cinayətdə hələ də onun ehtimal edə bilmədiyi bir tərslik var.
Əgər qatil həqiqətən də Nahidə idisə, o qaçıb həyətdən çıxarkən əlində yaxud barmaqlarında az da olsa qan izləri olmalı idi. Amma qapı dəstəyinə düşən qan izləri çox kiçik idi. Fənər işığı ilə qaranlıqda çətinliklə görünürdü. Digər tərəfdən Elbrus yaxud taksi sürücüsü də qadının əlindəki kiçik qan izlərini görə bilməzdilər. Çünki Nahidə həyətdən tələsik qaçıb çıxmışdı. Buna görə də Elbrus ümumiyyətlə onun nə halda olduğunu tam başa düşməmişdi. Taksi sürücüsü isə qadının arxa oturacaqda əyləşdiyini demişdi. Bu halda hadisədən sonra danışdırılan hər iki şəxsin ifadələrini qəbul etsəydi, Sato ən çox Mirəlidən şübhələnməli idi. Çünki biraz əvvəl verdiyi ifadəsinə görə oğlu Elbrus rayondakı film çəkilişləri ilə bağlı ezamiyyətdə olduğu müddətdə gəlini Nahidənin yanında həmişə kimi Mirəli özü olmuş və məhz hadisə baş verən gün, yəni dünən səhər rayona xəstə bacısına baş çəkməyə getmişdi. Gecə isə evdə cinayət törədilmişdi. Sato hadisə günü evdə aparılan axtarışın nəticələrini bir daha götür-qoy elədi. Maraqlı idi ki, qətlin həmin otaqda törədildiyini hələ də qəbul edə bilmirdi. Lakin bunun əksini sübut edəcək fərzi ilə bağlı şübhəli məqamlar çox az idi. Cinayət araşdırması zamanı saat-basaat əldə etdiyi məlumatların heç biri sahabın məhz həmin həyətdə, həmin evdə öldürüldüyünü deməyə əsas vermirdi. Dünən gecə meyitin olduğu otağın pəncərəsinin yaxınlığından tapdığı qırılmış köynək düyməsi ilə bunu sübuta yetirirdi. Hal-hazırda ən şübhəli məqamlardan biri hadisənin nəyə görə məhz Mirəli evdə olmadığı gün baş verməsi idi. Bəlkə də bunu təsadüf kimi qəbul etmək olardı. Amma Sato yenə də bu nüansın cinayət hadisəsi ilə əlaqəli olub-olmadığını dəqiqləşdirmək istəyirdi. Gündüzə zəng edib harda olduğunu soruşdu. Rayondan biraz olar çıxmışam, qayıdırıq. Qulaq as, sənə mesajla ünvan göndərəm, yol üstü mütləq ora get. Mirəlinin ifadəsini almışam. Dediyinə görə dünən gün orta saatlarında rayonda bacısının yanında olub. Qadın xəstələndiyi üçün ona baş çəkməyə gedibmiş. Onu mütləq tap, görüş, çalış, duyuq salmadan Mirəlinin yalan danışıb-danışmadığını öyrənəsən. Aydındır, Elbrusla bağlı şübhəli heç nə yoxdur. Film çəkilişində olan işçi qrupu onun sırağı gündən soyuqladığını, əhvalının olmadığını və buna görə də ezamiyyətdən tez qayıtdığını dedi. Sabah çəkilişi bitirib Bakıya gəlirlər. İstəsən onlarla özün də görüşə bilərsən. Bu işin sabaha qədər uzanmasını istəmirəm. Amma əlimdəki faktlar yetərli olmasa görüşərəm. Sən bunu nəzərdə saxla. 10. Ətrafda hərdən bir gözü dəyən ağ xalatlı həkimlərdən başqa heç bir hərəkət hiss olunmurdu. Sanki burada həyat sürətlə öz sonuna yaxınlaşır, palatadakı tənha insanları sıxdıqca bundan zövq alırdı. Kənardan tamaşa edən olsaydı, buradakı insanların atılmış, yaxud tənha olmadıqlarını yəqin ki, rahatlıqla anlayardı. İndiki durumlarında onların ram edəcək, sakitləşdirəcək və bəlkə də ən böyük yaxşılığı edəcək kəslər elə bu ağ xalatlı insanlar idi. Buraya düşənlər ilk günlərdə ağ xalatlılara nifrətlə, cəllad gözü ilə baxırlarsa, zaman keçdikcə hər şey dəyişir. Sanki qəbul edirlər ki, onların iynə ilə sakitləşdirən bu həkimlərdən başqa heç kəsləri yoxdur. Bəzən özlərindən çıxıb bu ağ xalatlılardan kimisə ölümcül döysələr belə. Nahidə isə bu mühit yad idi. Başına gələnlər barəsində düşünməyə çalışanda anlayırdı ki, burada olmasından daha əzablı problemləri var. Bəlkə də həbsxana divarlarına bənzəyən bu dəhlizlərə nə vaxt alışa bilərdi. Nə baş verdiyini, nə üçün burada olduğunu, nəyə görə xoşbəxt ailəsinin başına belə bir bəlanın gəldiyini isə ağlı almırdı. Saatlardır onun üçün ayrılan dəmir çarpayının üstündə oturub, yastığı qucaqlayaraq ağlamaqdan başqa əlindən bir iş gəlmirdi. Gecə baş verən hadisədən sonra meyit hər dəqiqə gözlərinin qabağına gəlir, əvvəlcə qorxudan, sonra isə nifrət dolu əzabdan, ürək yanğısından tir-tir əsməyə başlayırdı. Biraz əvvəl meyit təzədən yadına düşəndə gözləri hədəqəsindən çıxana qədər qışqırmışdı. Buna görə də həkimlər onu sakitləşdirmək üçün ilk iynəsini vurmuşdular. İndi biraz yaxşı idi. Nə baş verdiyi haqda dərindən düşünmək istəyirdi. Özünü sakitləşməyə məcbur etdi. Qışqırıb bağırarsa yenə də iynə vuracaqdılar. Bunu düşünəndə canını əsməzə götürdü. Qorxu hissi getdikcə artsa da yastığın küncünü dişlərinin arasında sıxıb özünü ələ almağa çalışdı. Sakitləşə bilməsəydi, heç kəsi dediklərinə inandıra bilməyəcəkdi. Nə qədər pis vəziyyətdə olsa da, beyninin dərinliklərində bunu hiss edirdi. Bir anlıq həmişəlik burada qalacağı ağlından keçdi.
havalı adamlar kimi uçunmağa başladı. Özünü toplamalıydı. Qeyri-ixtiyari yenidən gözləri bir nöqtəyə zilləndi. İndi Nahidə öz məchul dünyasında tamam başqa aləmə gedib çıxmışdı. Sahabla sevgili olduğu o illər yadına düşdü. Sükuta qərq olmuş gözlərində yaş damlaları himə bəndmiş kimi yerini rahatladı. Lakin sona qədər süzülmədi. O tutub yanan yanaqlarında buxarlanmaq əvəzinə hərəkətsiz qalıb buza döndü. 11. 7 il əvvəl həmin vaxt Nahidə ona təzə-təzə isinişməyə başlamışdı. Sahabın özündən 10 yaş böyük olması sevgisinə əngəl törətmirdi. Düzdür, o vaxta qədər bəyəndiyi oğlanlar olmuşdu. Amma heç birinə onun qədər rəğbəti yaranmamışdı. Yaşca özündən xeyli böyük olan bu gənc sanki qızı ofsunlamışdı. Aralarında münasibət qurulandan sonra özü də bunu dəfələrlə etiraf etmişdi ki, onda ən çox bəyəndiyi xüsusiyyət diqqətcil və həssas olmasıdır. Sahabın yaraşıqlı və qayğıkeş olması da onu Nahidənin gözündə əvəz olunmaz etmişdi. Başlanğıcda Nahidə aylarla öz sevgisini ürəyində gizlədib, bu barədə bircə kəlmə də danışmamışdı. Gözü gələcəklərindən ehtiyatlanmış, bir yandan da qapalı təbiətli olduğuna görə yaxınlarına bu barədə nəsə deməyə ehtiyat etmişdi. Bacardıqca Sahab barəsində daha çox maraqlanmış, haqqında xeyli şey öyrənmişdi. Nahidə hər dəfə sevdiyi və dəyər verdiyi bu insanın uğurlarını gördükcə sevincindən uçmağa qanad tapmazdı. Bu o vaxtlar idi ki, Sahab rəssamlığın daşını atmamışdı. Hər şey əla idi. O öz işindən zövq alır, özünü xoşbəxt hiss edirdi. Saytlar, qəzetlər, televiziyalar tez-tez onun rəsmlərini nümayiş etdirir, haqqında danışırdılar. Artıq 5 ay geridə qalmışdı. Nahidə qarşılıqsız duyğularından bezmir, hər gün sevdiyinə daha çox bağlanır, fürsət düşdükcə öz sevgisini hiss etdirməyə çalışırdı. Sahabın bundan xəbər tutması gənc qızın həyatının ən böyük arzusuna çevrilmişdi. Hisslərin qarşılıqlı olduğunu bəyəndiyi, özündən xəbərsiz aşiq olduğu insanın da ona qarşı eyni şeylər yaşadığını o heç vaxt ağlına gətirməzdi. Həmişə elə düşünürdü ki, Sahab heç bir qıza fikir vermir. Bütün diqqəti ancaq çəkdiyi rəsmlərdədir. Birlikdə olduqları müddət 4 ay ötmüşdü. O gün olmurdu ki, heç olmasa 2 dəfə də görüşməsinlər. Münasibətləri hər tərəfli olduğu üçün hissləri də dərin və isti idi. Geridə qoyduqları günlərdə bircə dəfə də olmamışdı ki, sözləri çəp gəlsin. Münasibətlərində ciddi problem yaşansın. Nahidəni ən çox xoşbəxt edən səbəb isə hisslərini birinci etiraf edən tərəfin Sahabın özü olması idi. O bunu yaş fərqini ağlının ucundan belə keçirməyən balaca bir qızcığazın qələbəsi hesab edirdi. Bu səbəbdən də gözəlliyi və ələxüsus da bu gözəlliyi tamamlayan və içində aylardır tuğyan edən sevgisi ilə daha çox öyünürdü. Bu cür hissləri əvvəlləri heç vaxt yaşamamışdı. Sanki ağır bir işin öhdəsindən gəlmişdi. Hələ də sevdiyi insanla bir addımlığına unudulmaz saatlarını birgə paylaşdığına inana bilmirdi. Elə bir möcüzə ilə qarşılaşmışdı ya da uzun, şirin və sirli bir yuxuya qərq olmuşdu. Bəlkə də bu səbəbdən idi. Hər dəfə Sahab onu qucaqlayıb boğazını öpəndə səksənmiş kimi bir anlıq narahatlıq keçirirdi. Amma bu həyəcanı tez ötüşürdü. Sonralar onun bu cür əzizləmələrinə alışdı. Hər görüşdən sonra ayrılıqlar, hər ayrılıqdan sonra həsrətli qucaqlaşmalar, hamısı belə öpüşlərlə bitir, sonra yenə də yenidən başlayırdı. Sahab heç vaxt onu adı ilə çağırmazdı. Balacan deyə müraciət edərdi. Və işte buna görə Nahidə özünü bütün görüşlərində şıltaq və ərköyün aparır, ələ öyrəşən balaca quzu kimi hər qucaqlaşanda göydəki ulduzları sarmış tək başını arxaya atırdı. Bu jest idi. Boğazımı öp. İstəyini şiddətlə ifadə edən, hərarətlə buna təhrik edən bir jest. Ardından isə öpüşlərə qərq olan sinəsindən şux və ağ döşlərinin uclarına qədər gəlib çıxan ehtirasdan bütün bədəni od tutub yanırdı. Fantaziyasını işə salıb sevgilisinin öpüşmə məharəti haqqında düşünür, hesab edərdi ki, Sahab dodaqları ilə onun gözəlliyini, rəsmini yaratmaq istəyirdi. Həmin anlarda üzündən təbəssüm əskik olmazdı. Hətta bir dəfə də bunu onun özünə də demiş, sonra isə bu fikirlərinə birlikdə xeyli gülüşmüşdülər. 12. Soyuq baxışlarını pəncərəyə zillədi. Ətraf səssizliyi qollarına alıb həzin-həzin mürgüləyirdi. Biraz əvvəl yanaqlarında bənd olub qalmış göz yaşlarının da sanki donu açılmış, süzülüb dodaqlarına qədər gəlmiş, çöhrəsində naxır salmışdı. Amma indi daha ağlamırdı. Əksinə bədənində qəribə bir hərarət yaranmış, birdən-birə içində qadınlıq duyğuları baş qaldırmışdı.
Qeyri-ixtiyari dodaqları qaçdı, gözləri səyridi, üzündə qəribə bir təbəssüm bərqərar oldu. Sevgi etirafından sonra Sahabla ikinci görüşü idi. Birlikdə xoş vaxt keçirmək, baş-başa qalmaq üçün ucqar rayonlardan birinə getmişdilər. Hava qaralana qədər vaxtları var idi. Yəni həmişəkindən daha çox. Amma 7-8 saatın necə keçdiyini heç biri hiss etmədi. Həmin gün ayrılıb evə gələndən sonra hər ikisi darıxmaqdan dəliyə dönmüşdülər. O gün aralarında ömür boyu unuda bilməyəcəkləri anlar yaşanmışdı. Tənha vaxtlarında belə Nahidə həmin saatların hər birini dəqiqəsinə qədər uzun-uzadı xatırlayacaq, xoş xəyallara dalacaqdı. O gün onu ən çox həyəcanlandıran yataqda keçirdikləri saatlar olmuşdu. Sevgilisi həmişəki kimi həmin gündə bundan sonra da yataqdakı ehtirasının ən yüksək anlarında bir neçə dəfə özünü Sahabın ixtiyarına vermək istəmişdi. Lakin həmişə artıq hərəkətlər etməyə utanmışdı. Lakin Sahab heç vaxt yaranan vəziyyətdən sui-istifadə etməmişdi. Nahidənin xoşbəxt günləri sevdiyi insanla keçirdiyi 4 aydan uzun sürmədi. Bundan sonra isə Sahaba qarşı hiss etdiyi sevgidən əsər əlamət qalmadı. Çox sevdiyi, aylardır münasibət qurduğu insanın nişanlı olduğunu və tezliklə evlənəcəyini də Nahidə məhz həmin gün öyrəndi. O hadisədən sonra yaşadığı bütün günlər ömür boyu səngiməyəcək nifrətinin üstündə məskən saldı. Sahaba olan sevgisini içində boğdu, amma ondan sonra başqasını da sevmədi. Sevə bilmədi. Heç həyat yoldaşı Elbrusu da. Cinayətin hansı şəraitdə törədilməsi ilə bağlı bir çox məsələlər artıq Satoya aydın idi. Bütün faktlar o gün hadisənin həmin həyatda törədilmədiyini təsdiqləyirdi. Sahabın baş nahiyəsində küt alətin yaratdığı ölümcül zərbə izini isə tibbi ekspertiza cinayət faktı olaraq təsdiqləmişdi. Meyitin biləklərində aşkarlanan ləkələrin hadisədən sonra yaranıb yaranmadığı hələ də sual altında idi. Satonun analizinə görə bu möhkəm ip yaxud nazik kəndir izi olmalı idi. Düşünürdü ki, qatil onu ağır yaraladıqdan sonra ölmədiyini görüb qabaqcadan özü ilə gətirdiyi iplə biləklərini bağlayıb. Bu halda bircə sual cavabsız qalırdı. Nəyə görə qatil Sahabı tutduğu yerdə öldürmə yenidən cəhd etməyib? Deməli, onun məqsədi təkcə öldürmək olmayıb. Sato bu barədə bir daha düşünərək qənaətini qətiləşdirdi. Sahabı həmin gecə qətlə yetirən kim idisə, onun ikinci məqsədi var imiş və bu məqsəd də hadisənin törədilməsinə səbəb olub. Açılmayan qətl işləri üzrə baş müstəntiq cinayət axtarış şöbəsinin əməkdaşları ilə görüşüb ayrılanda təxminən 1 saat geridə qalmışdı. Sahabın həyətindəki darvazanın boru dirəyinin içində cinayət alətlərindən biri bıçaq tapılmışdı. Mələyin ifadəsini ikinci dəfə almışdılar. Qadın elə bir bıçağı 2 dəfə gördüyünü demişdi. Leytenantın ehtimalını, ərinin xəlvət Nahidə ilə görüşdüyünü isə ümumiyyətlə rədd etmişdi. Cavabı da belə olmuşdu. Başqa bir qadın desəniz bəlkə də inandırıcı olar. Amma o ifritə ilə görüşdüyünü gözümlə görməsəm inanmaram. Bu heç vaxt ola bilməz. Tövlədə tapılan qara telefonun içindəki bıçaqlara isə təəccüblənməmişdi. Sahab əvvəllər bıçaq və alışqan kolleksiyası yığırdı. Heyf ki, biz evlənəndən sonra rəssamlıqdan soyuduğu kimi kolleksiyasına marağı öldü. Elə bil bilərəkdən istedadını, bacarıqlarını məhv eləməyə çalışırdı. Son illərdə həyatında ancaq zərərli vərdişlər vardı. İçkini və siqareti də çoxaltmışdı. Elbrus isə bıçağın onlara aid olduğunu təsdiqləsə də, onun da nə vaxt evdən götürüldüyünü bilmirdi. Bunu ancaq Nahidədən xəbər almaq mümkün idi. Sato bir neçə saat əvvəl Elbrusla etdiyi söhbəti xatırladı. Mələyi nə vaxtdan tanıyırsan? Tanımaq demək olmaz, amma onun Sahabın yoldaşı olduğunu Nahidədən eşitmişdim. Nə vaxt onunla üz-üzə gəldiyimi belə xatırlamıram. Amma o qadın sizin ailə haqqında çox şey bilir. Sato sınayıcı nəzərlərlə onu süzdü. Bu məlum məsələdir də, yoldaş müstəntiq. Sizcə də belə deyilmi? Axı onun əri Nahidənin keçmiş sevgilisi olub. Uşağınız niyə olmurdu? Sual Elbrusu çaşdırdı. Gözlərinə qəribə və izah olunmaz bir təlaş çökdü. İllərdir qoruduqları sir bircə günün içində faş olmuşdu. Bunu sizə kim deyib? Pərt halda mızıldandı. Məcbur olduğuma görə deməliyəm. Sato üzrxahlıq edib fikrini tamamlamağa çalışmaq üçün qısa pauzu verdi. Mələk öz ifadəsində yoldaşınızın qısır olduğundan danışıb. Mən isə cinayət işinin gedişatına təsir edəcəyini düşünüb, oğlunuz Ramizin qan nümunələrini ata və analığının təsdiq testi üçün ekspertizə göndərmək istəyirəm. Özünüzə zəhmət verməyin. Problem məndə idi. Ona görə uşağımız olmurdu.
Biz Nahidə ilə razılaşıb 6 il əvvəl Ramizi övladlığa götürmüşdük. Qohum-qonşu arasında yayılmaması üçün bu barədə heç kimə demədik. Mələyə gəldikdə isə onu yaxından tanımasam da, həyat yoldaşıma şər atdığına görə Allah özü cəzasını versin. Nahidə namuslu qadındır və sahabla aralarında heç vaxt yaxınlıq olmayıb. Elbrus bunları danışarkən utancından qulaqlarına qədər qızarmışdı. Buna görə də daha danışmayıb sustu. Elə Sato da bu dəqiqələrdə getməyə hazırlaşırdı. Qapının cırıltı səsi onu fikirdən ayırdı. Gündüz idi. Nə xəbərlə gəlibsən? Sato, şübhələrin doğru çıxdı. Mirəli yalan danışır. Mən onun bacısı ilə görüşdüm. Dünən qardaşı yanına gələnə qədər sap-sağlam imiş. İşdə olub. Sonra icazə alıb, tələsik çıxıb. Evinə qayıdan kimi özünü yorğan döşəyə vurub. Bugün onunla görüşməmişdən əvvəl uzaqdan bir xeyli müşahidə elədim. Əminəm ki, xəstə deyil. Yaxşı, səncə qatil Mirəli ola bilər? Məncə ola bilər, öldürüb. Sonra da xəstəyə baş çəkmək adı ilə aradan çıxıb rayona gedib. Bundan yaxşı plan ola bilər ki, nəzərə al ki, Mirəli rayona səhər yola düşüb. Günortaya yaxın isə bacısı gildə olub. Fərqi yoxdur, bacısı xəstə imiş ya yox. Əsas budur ki, ifadəsində həmin vaxt rayonda olduğunu deyib. Hadisə isə hava qaralandan sonra törədilib. Rayon yaxındadır. Bəlkə Mirəli rayona gedib, oradakı qonşuların gözünə görünəndən sonra bacısı ilə razılaşıb, sonra da qayıdıb cinayəti törədib. Sonra da yenidən bacısının yanına yollanıb. Hər halda qonşulardan xəbər alanda onlar dünən Mirəlinin rayonda olduğunu təsdiqləyiblər. Deyirsən ki, Mirəli rayondakı qonşulara görürsüz, mən rayona gəlmişəm mesajını vermək üçün gedib? Hə, ola bilər. Ola bilər, səncə həmin yolu neçə saata gedib qayıtmaq olar? Qayıtmaq üçün bizim saat yarıma yaxın vaxtımız getdi. 2 dəfə gedib gəlmək üçün yəqin 6-7 saatdan çox vaxt sərf etməyib. Nəzər alaq ki, adam qatildir və planın uğurlu olması üçün maşını bacardığı qədər sürətlə sürüb. Dostunun versiyaları Satonun fikirlərini lap qarışdırdı. Deyirdin Elbrusun iş yoldaşları rayondan sabah qayıdır? Hə, elə dedilər. Nə filmi çəkirmişlər? Yəni sevgi məhəbbətdən? Yox, dediklərinə görə kriminal film olacaq. Bizim Elbrus da senariyə xeyli ideyalar verib. Bax o, kriminal ha? Sato ötəri güldü. Sonra nədənsə fikrə daldı. Hə, vallahi elə dedilər. Yaxşı, tapşır ki, Elbrus Gürün oğulluğa götürdüyü uşağı gəzmək adı ilə bizim yaxınlıqdakı parka gətirsinlər. Adı Ramizdir. Necə yəni, öz uşaqları deyil? Mən çıxıram. Zəng edib dedilər ki, Nahidənin ağlı başına gəlib. Əvvəl onunla görüşməliyəm. Sonra ətrafla danışarıq. İndi necədir? Sato, Nahidənin olduğu palataya keçməzdən əvvəl həkimin fikirlərini öyrənməyə çalışdı. Cəmi bir dəfə tutması olub. Qışqırıb qapını döyəclədi. Amma yenədən sonra sakitləşdi. Bir neçə saatdır özünü normal aparır. Yeməyini də yeyib. Gün ərzində dəfələrlə baş çəkmişik. Durmadan ağlayır. Danışa biləcək? Bəli, elə indici yanında idim. Evlərinə, ərinin yanına getmək istədiyini deyirdi. Hadisə haqqında ifadə verəcəyini bilir. Aha, demişəm. Sato palataya girəndə qadın əlindəki boş stəkanı pəncərənin kənarına qoyub ayağa qalxdı. Hiss olunurdu ki, bayaqdan bəri tanımadığı bu insanın gəlişini gözləyirmiş. İndi baş müstəntiq onun gözlərində cinayət axtarış şöbəsinin əməkdaşından daha çox xilaskar idi. Bircə gün bəs etmişdi ki, içində buraya hədsiz nifrət yaransın, təklikdən qorxurdu. Nə olursa olsun, gələn adamı dilə tutmalı, buradan çıxarılması üçün razı salmalı idi. Beynində olan fikir yalnız bu idi. Üzündə mənasız təbəssüm cizgiləri göründü. Bir anlıq elə düşündü ki, gələn onun qonağıdır. Özünü evindəki kimi hiss etməyə çalışdı, amma bu hal tez də keçib getdi. İndi onun üzündəki mimika baxışları ilə həmahəng olub qarşısındakına məni buradan çıxar deyə yalvarırdı. İndi necəsiniz? Sato artıq heç nə deməyib həkimə verdiyi sualı bu dəfə Nahidənin özündən soruşdu. Vallahi özüm də bilmirəm. Qadın dərindən ah çəkib baxışlarını pəncərəyə zillədi. Arxası qonağa tərəf dayanmışdı. Həyətdə bayaqki səssizlikdən əsər əlamət yox idi. Qadın sanki biraz əvvəl həyətdə hökm sürən sükutu axtarmağa çalışırdı. Amma nəticə uğursuz oldu, çünki artıq baxışlarındakı sakitlik də təlaşla əvəzlənmişdi.
Sizi yormayacağım. Evinizdəki hadisə ilə bağlı bir-iki sual verib gedəcəyəm. Yəqin bilirsiniz ki, buradan çıxandan sonra nəzarət altında saxlanacaqsınız. Qatilin kimliyi təsdiq olunana qədər əsas şübhəli sizsiniz. Sonrasına isə məhkəmə qərar verəcək. Odur ki, həmin gün evinizdə baş verənləri əvvəldən sona qədər mənə danışmağınızı istəyirəm. Onu mən öldürməmişəm. Qadın gözlərini yenidən pəncərəyə zilləyib nagüman halda mızıldandı. Ərinizin Sahabla münasibətləri necə idi? Sahabın ərimdən xoşu gəlmirdi. Elə Elbrus da Sahabı görəndə bərk əsəbləşərdi. Tez-tez qarşılaşırdılar. Bir neçə dəfə olmuşdu. Bəs siz özünüz necə Sahabla əlaqələri tamamilə kəsmişdiniz? Hə, tamamilə. Qadının əlləri titrədi. Dünən baş verənlər haqqında ətraflı danışın. Nahidə gözlərini həyətdən ayırıb geriyə döndü. Çiynində ağır yük varmış kimi çarpayıya oturdu. Pərişan görünürdü, sanki haradan başlayacağını, nədən danışacağını bilmir, uzun-uzadı götür-qoy edirdi. Sato palatadakı yeganə stulu yanına çəkib özü də əyləşdi. İndi üzbəüz idilər. Danışın, günün əvvəlindən ta həmin hadisəyə qədər nə bilirsinizsə, nədən şübhələnirsinizsə, hamısını deyin. Bu sizin xeyrinizədir. Siz məndən şübhələnmirsiniz? Qadının baxışları baş müstəntiqin yorğun simasını gəzişdi. Nədənsə indi Satoya elə gəlirdi ki, bu baxışlarda qəribə bir arxayınlıq yuva salıb. Nahidə xanım, danışın. Satonun səbri tükənirdi. Həmin gün bağçada təmir başladığı üçün uşağı evə tez gətirməli oldum. Qaydanda çox vaxt olduğu kimi yenə də mələk ilə qarşılaşdım. Səhv etmirəmsə xalası gil bağçanın yaxınlığında qalır. Yəqin bilirsiniz də, o Sahabın arvadıdır. Doğrusu onunla münasibətim yoxdur. Amma pis qadına da oxşamır. Səbəbini bilməsəm də hiss edirəm ki, həmişə mənə nifrətlə baxır. Bəlkə də əri ilə araları yaxşı deyilmiş. Nə bilim. Ramizi götürəndən sonra yol üstü mağazaya döndüm. Bir-iki ərzaq alması idi. Amma ora daha çox uşağın istəyinə görə girdim. Gözləmədiyim halda Sahabla qarşılaşdım. Əvvəlcə məni görmədi. Səhv etmirəmsə siqaret alırdı. Mən də pulu verib tələsik çıxdım. Onunla üzləşmək istəmirdim. Biz taksiyə minəndə o artıq mağazadan çıxmışdı və məni də elə həmin vaxt gördü. Baxışları qorxuluydu. Necə deyim, sanki adamı hədələyirdi. Evə qayıdandan sonra bir neçə saat özümə gələ bilmədim. Eyni gündə həm arvadını, həm də özünü görmək məni biraz şübhələndirmişdi. Sonra qaynatam rayona, bacısının yanına gedəcəyini deyib tələsik yemək gətirməyimi istədi. Dedi ki, bacısı bərk xəstələnib, gedib sabah tezdən qayıdacaq. Onu yola salanda hələ də fikirli idim. Sahabın mənə nəyə görə elə baxdığını başa düşürdüm, amma onu atıb Elbrusa ərə getdiyinizə görə, o nişanlı idi. Mən onun yalan oyununa alət olub inanmışdım, atmamışdım. Aydındır, davam edin, amma nə? Amma 2 ildə üzünü bircə dəfə də görmədiyim Sahabla dünən rastlaşmağım ağlımdan çıxmırdı. Fikirlərim alt-üst olmuşdu. Yaxşı ki, uşaq vardı. Sonra onun rəsm albomu ilə başım qarışdı. Axşam yeməyini bitirib birlikdə televizora baxdıq. Mən Ramizin otağında oturub birlikdə yuxuya getmişdim. Ayılıb yataq otağıma keçəndə isə özünüzü ələ alın. Sato hiss etdi ki, qadının vəziyyəti yenə də pisləşir. Söhbəti dəyişmək məcburiyyətində qaldı. Ərinizin nə vaxtsa Sahabla münaqişəsi olub? Bir dəfə, bəlkə mübahisə etmişdilər. Elbrus evə gələndə qanı qara idi. 2-3 gün mənimlə danışmadı. Səbəbini isə üstündən xeyli keçəndən sonra yalvar-yaxarla öyrəndim. Bizim əməkdaşlar Sahabın vurulduğu bıçağı tapıblar. Sizin evə aid imiş. Sizcə bıçağı nə vaxt götürüblər? Vallahi indi eşidirəm. Evdə bıçaq çox idi, nə bilim, hansı olub. Heç fərqinə varmamışam. Nahidə xanım, mətbəxinizdə cəmi 5 bıçaq olub. Bunlardan 3-ü müxtəlif ölçüdə eyni dəstin bıçaqları, ikisi nisbətən kiçik. Dünən gecə Sahabın vurulduğu bıçaq məhz həmin dəstə aid olan 3 bıçaqdan böyüyüdür. Bıçaqların sayı həqiqətən də elə olub. Qadın bir neçə saniyəlik tərəddüddən sonra könülsüz təsdiqlədi. Amma inanın ki, bıçaqlardan hansınınsa yerində olmadığını indi sizdən eşidirəm. Ərinizlə aranız necədir? Deyəsən sərindir. Axı bu şəxsi məsələdir. Razıyam, amma soruşmağa məcburam.
Cinayət təhqiqatı bunu tələb edir. Yaxşı, mən gedim. Sato gözlənilmədən ayağa qalxdı. Əslində öyrənmək istədiyi cavabı almışdı. Qadının susub gözlərini yerə dikməsindən hiss olunurdu ki, əri ilə münasibəti qaydasında deyil. Həmin hadisədən sonra biz hələ də küsülüyük. Nahidə nəhayət ki, otaqdan çıxmaq üzrə olan baş müstəntiqə eşitdirdi. Sahabla mübahisədən sonra? Bəli. Sato artıq başa düşürdü ki, həmin gün Elbrusla Sahab nəinki mübahisə ediblər, çox güman ki, əlbəyaxad olublar. 14. Sato şöbəyə qaydanda yolüstü yaxınlıqdakı parka döndü. O gələndə dostu yerlənəcəkdə Ramizin başını qatmağa çalışır, nə barəsindəsə söhbət edirdi. Əlini uzadıb uşaqla görüşdü, işarə ilə güncə çıxıb getməsini tapşırdı və onu əvəzlədi. Biraz da mən yerlədim. Əmi yoruldu, gedib biraz dincəlsin. Yaxşı, uşaq tez razılaşdı. Axşam çox qorxmuşdun? Düşmək istəyirəm. Sualdan narahat olan uşaq yerlənəcəyin dayanması üçün dartındı. Baxışlarında donuqluq var idi. Sato onun başını sığallayıb qucağına götürdü. Uşaqdan nəsə öyrənə biləcəyinə ümidi qalmamışdı. Onu daha da həyəcanlandırmamaq üçün gündüzə zəng edib aparmasını tapşırdı. Dostu gəlinə qədər biraz gəzişsəydilər, bəlkə də uşaq nəyəsə danışardı deyə düşündü. Mən su istəyirəm. Bayaqdan bəri sakitləşmiş Ramiz limonad satan cavan oğlan tərəfdə dartındı. Gedə yalaq. Ramiz əlindəki limonad dolu stəkanı bir nəfəsə başına çəkəndən sonra dedi. Sağ ol əmi, axşam yatanda da çox susamışdım, amma içə bilmədim. Niyə? Anamdan istədim, eşitmədi. Yatmışdı? Hə, maşallah, özün böyük kişisən, ananı niyə oyadırdın? Gedib içmək istədim, amma otağın qapısını kimsə bağlamışdı. Necə bağlamışdı, möhkəm? Sato bir anlıq necə aydınlaşdıracağını unudub tələsik xəbər aldı. Qıfılla! Axı evdə səndən və anandan başqa heç kim olmayıb. Bəs qapını kim qıfılladı? Uşağı dilə tutmağa çalışdı. Düşündü ki, ya uşaq yuxulu olduğu üçün qarışıq salır, ya da bu məsələdə şübhəli məqam var. Birdən yadına düşdü ki, digər otaqlardakı kimi uşaq otağının da açarlarının bayırdan, qapının üstündə olduğunu görüb. Bilmirəm axı, bəlkə həmin adam? Uşaq çöhrəsinə yenidən qorxu qarışıq həyəcan çökdü. Sato başa düşdü ki, o Sahabı nəzərdə tutur. Dostum, bax, əmi dincəlib gəldi. Onun yanına gedə bilərsən. Onların yanına çatmaq üzrə olan gündüzü göstərib uşağın üzündən öpərək sakitcə oradan uzaqlaşdı. Sato evə qaydanda hava yavaş-yavaş toranlaşırdı. İndi yorğunluğunu daha çox hiss edirdi. Axtarışları faydasız olmamışdı. Gün ərzində eyni cinayət hadisəsinin bütün detallarını bir yerə toplayıb dönə-dönə analiz etmişdi. Amma hələ də qatilin kimliyini dəqiqləşdirə bilmirdi. Hadisələrin ardıcıllığını pozan bir həlqə var idi. O məhz bunu müəyyən etməyə çətinlik çəkirdi. Məqsədinə çata bilməmişdi. Bu gün cinayətin üstünü açmaq üçün əlində yetərli qədər fakt yox idi. Telefonu söndürüb sınıq salxaq divanına çöktü. Uzansaydı beyni biraz sakitləşərdi. Bu düşüncə ilə əllərini başının arxasında daraqlayıb nimdaş döşəkçəyə yaslandı. Gərgin idi, yerində dayana bilmirdi. Qalxıb mətbəxə keçdi. Dünən açdığı kəmşirin çaxır yaxşı təsir edəcəkdi. Gəl bura görək. Çaxır şüşəsi ilə danışırmış kimi dediyi sözlər özünün də xoşuna gəldi. Dodağı qaçdı. Üzündə təbəssüm göründü. Bircə saniyə beynindən keçirirdi ki, hələ heç vaxt tənhalıqda bu qədər gözəl dil tapmamışdı. Kənardan baxan olsaydı bəlkə də onun ağlının başında olmadığını düşünərdi. Yaxud da elə bilərdi ki, içki düşkünüdür. Ya da tənhalıqdan başını itirmiş biri. O isə bugün bəlkə də 100-cü dəfə beynində eyni adlar sadalayırdı. Sahab, Nahidə, Elbrus, Mələk, Mirəli, Ramiz, Sato. Bu sözləri təkrarlamaqdan yorulmuşdu. İstintaq qeydlərindəki şübhəli məqamlarla cinayət hadisəsi arasında bütün əlaqəni üzə çıxarmalıydı. Soyuq çaxır mədəsinə maye oksigen kimi süzüldü. Çox az içdi, artıq iş masasının arxasındaydı. Məlum olan bütün cinayət detallarını qarşısındakı ağ kağıza qeyd etmiş şübhəliləri Sahab adı ilə birləşdirən və yalnız özünün anlayacağı qarmaqarışıq oxlar çəkmişdi. Hadisə yəqin ki, dünən təxminən bu radələrdə baş vermişdi. Yaxud da yarım saat geç. Hər halda Sato bütün ifadələri nəzər alaraq hələlik təkcə bu nəticəyə gələ bilirdi.
Nahidə əri ilə küsülü olduğunu deyir. Ola bilər ki, ifadəsi həqiqətə tam uyğundur. Sahabla görüşməyini inkar etməsi şübhəlilərdən birini, Mirəlini sıradan çıxarırdı. Əks variant isə daha inandırıcı idi. Qaynatası rayona gedəndən sonra Nahidə öz evində Sahabla görüşürmüş, qaynatası nəyisə unutduğu üçün geri qayıtmış və onları bir yerdə tutmuşdu. Öldürülərkən Sahabın paltarlarının əynində olmasını yataqdakı vəziyyəti ilə izah etmək mümkün deyildi. Otağın qapısının qıfılı olması ilə bağlı Ramizin danışdıqları və ayaqqabı məsələsi şübhə doğuran əsas məqamlar kimi beynini daha çox məşğul edirdi. Həmin gün Sahab çayxanada dostları ilə görüşməli idi. Bayaqdan bəri sıraladığı hadisələr zəncirində itən zaman kəsiyi məhz çayxana ilə bağlı idi. Öldürülənə qədər Sahab ən son görən də oradakı dostlar olmuşdu. Buna əmin idi. Onlarla elə indi görüşməliyəm deyə tələsik evdən çıxdı. Baş müstəntiq Salay Oğuz dün axşam Sahabın dostları ilə görüşdüyü çayxanaya gedəndə hadisədən təxminən bir sutka vaxt keçirdi. Qətl ötən gün eyni saatda 21:00 radələrində törədilmişdi. Müəllif 15. Axşam vaxtı qəsəbənin bekar adamları çayxanaya gəlməkdə davam edirdilər. Böyük şüşəbəndlərdə əhatə olunmuş bu yer çayxanadan daha çox restorana bənzəyirdi. Yeni gələnlərdən bəziləri içəridə özünə uyğun boş yer tapmayıb, siqaret çəkib söhbətləşmək üçün tikilinin qarşısındakı ağacların həndəvərində toplaşmışdılar. Ətrafda 2-1, 3-1 adamlar gözə dəyirdi. Sato içəri keçdi. Divarda quraşdırılmış yeni model televizorun altındakı masa nəzərə alınmazsa, bütün yerlər öz müştərilərinin ixtiyarına verilmişdi. Görünür gələnlər bu boş yeri televizorun xeyli yüksəldilmiş səsindən uzaq olmaq üçün seçməmişdilər. Baş müstəntiq nəalac qalıb, oturmaq üçün həmin masanın ətrafındakı stullardan birini özünə sarı çəkdi. Bu vaxt müdirə bənzətdiyi bir nəfər sakitcə yaxınlaşaraq həmin masanın ona aid olduğunu bildirdi. Cinayət axtarış şöbəsindən baş müstəntiq Salay Oğuz. Sato özünü təqdim etdi. Xoş gəlibsiniz. Amma təəssüf ki, sizlərin gəlişi heç və xoş hadisə ilə bağlı olmur. Davranışı ilə çayxananın sahibi olduğu göstərmək istəyən adam buyurun deyəcəkdi ki, Sato onun çərənlədiyini hiss etdirib stula oturdu. Siz də əyləşin. Bir-iki sualım olacaq. Buyurun. Müdir nəhayət ki, bayaqdan kəkələdiyi sözü könülsüz də olsa deyib başa çatdırdı və üzbəüz boş stula oturdu. Sizin daimi müştərilərinizdən Sahab adlı biri var. Onu tanıyırsınız? Bəli, eşitdim dünən öldürüblər bədbəxti. Hə, dünən burada kimlərlə oturmuşdu? Onlarla görüşmək istəyirəm. Onu burada çoxları tanıyır. Rəssam Sahab deyə çağırırlar. Bu dəqiqə həll edərəm. Saçları çallaşmış orta yaşlı çayxana müdürü bunu deyib, yerini isitməmiş, yenidən hövülnək ayağa qalxdı. Dünən çox qəmgin idi, elə bil ürəyinə nəsə dammışdı. Adətən insan öləndə çoxları belə deyir. Amma ötən gün Sahab həqiqətən çox bikef idi. Sanki birdən-birə dünyanın bütün dərdi səri ürəyinə çökmüşdü. Əynindəki köhnə pəncək onsuz da alçaq boynu daha da kiçik göstərirdi. Onu görəndə yazığım gəldi, nə bilim. Niyəsini özüm də bilmirəm. Nədənsə o dünən həddən artıq fikirli idi. Səbəbini sorursam da heç nə demədi. Elə ancaq çay içir, dalbadal siqaret çəkirdi. Yarım saata qədər yanımızda oldu. Biz söhbət edirdik, amma onun fikri tamam başqa yerdə idi. Birdən nə düşündüsə tələsik sağollaşıb getdi. Bir dəqiqə dayanın, Sato onun sözünü kəsdi. Bir anlıq özlüyündə düşündü ki, çayxanadakı bu adam lap müstəntiq kimi danışır. Tez də bu fikri özündən uzaqlaşdırdı. Çünki Sahabın dostu şübhəli məqama toxunmuşdu. Tələsik dəqiqləşdirməyə çalışdı. Deməli, axıra qədər sizinlə bir yerdə olmayıb? Elədir. Hara və niyə getdiyini soruşan olmadı? Mən soruşdum, dedi ki, yorğundur, evə gedib yatacaq, amma gördür evinə getməyib. Başqa heç nə demədi? Xeyr, demədi. Saat neçə olardı? 9-a işləmiş olardı. Əminsiniz? Bəli, çünki saat 8-də xəbərlər başlayanda televizorda kanalı kimsə dəyişib, mahnılar verilən hansısa türk proqramına çevirdi. Bundan da 10-15-20 dəqiqə sonra Sahab getdi. Aydındır. Gedəndə əhval necə idi? Bəlkə bayırdan kimsə onun çıxmasına işarə edib. Buna görə tələsik getməli olub, ola bilər? Xeyr, çünki Sahab sizin yerinizdə oturmuşdu. Danışan adam arxası şüşə aynəbəndə tərəf oturmuş, Satonu işarə etdi. Mən isə onun yanında idim. Buradan televizor daha rahat görünür.
Sato geriyə, bayaq oturduğu masaya, daha sonra isə divarda quraşdırılmış televizoru nəzər saldı. Ora həqiqətən də səs-küylü idi və indi söhbəti məhz burada, qeyri-aralıdakı masada etdiklərindən məmnunluq duydu. Söhbət etdiyi adama tərəf çevrildi. Siz öz aranızda nə barəsində danışırdınız? Yoldaş müstəntiq, nə bilim valla, həmişəki kimi. Gələndən, gedəndən, konkret olaraq sahab gedəndə nədən danışırdınız? Xatırlaya bilərsiniz? Bəli, əlbəttə. Hətta o Murada sual da verdi. Dostumuzdur, bizimlə birlikdə oturmuşdu. Nə sual? Axı deyirsiniz ki, o danışmırdı. Murad yenə həmişəki kimi dağdan, dərədən, zəmanədən, qəsəbədən, cəmaatdan, bir sözlə hər şeydən danışırdı. Mənim fikrim daha çox sahabda idi. Hərdən bir də televizora nəzər salırdım. Murad deyəndə ki, bu gün Mirəlini gördüm, rayona gedirdi, kişi yaman cavanlaşıb. Sahabın gözləri qaynadı. Bayaqdan bizimlə bir kəlmə də kəsməyən adamın birdən-birə eyni açıldı. Nə vaxt gedib? Deyə soruşdu. Murad isə cavabında günortadan sonra dedi. Sonrasını vallah mən də anlamadım. Nə fikirləşdi bilmirəm, amma dediyim kimi çıxıb getdi. Sato anladı ki, qatili ifşa etmək üçün vacib olan cinayət detallarından birinin izinə düşüb. Bu məsələ ona müəmmalı göründü. Murad niyə Mirəldən danışırdı ki? Başqa söhbət yox idi eləməyə? Vallah yoldaş müstəntiq, onun həmişəki xasiyyətidir. Arxasınca danışmaq kimi çıxır. Yaxşı adamdır, amma arvad söhbətləri eləməyə olmasın. Həm də qəsəbəmiz balaca yerdir. Demək olar ki, adamların hamısı bir-birini tanıyır. Buranın çayxana əhli isə ümumiyyətlə qəsəbədə hamı haqqında hər şey bilir. Mirəlinin sahabın keçmiş sevgilisinin qaynatası olduğunu Murad da, mən də bilirik. Yəqin Murad sahabın eynini açmaq üçün ondan söz açmışdı. Mən belə düşünürəm. Ayağında necə ayaqqabı var idi, xatırlarsınız? Səhv eləmirəmsə həmişəki bozuntul ayaqqabı idi. İpli, aha, ay səni, Sato əsəbi halda sağ əlini yumruğunu sol ovucuna çırpdı. Demək olar ki, cinayət hadisəsindəki bütün detalları aydınlaşdıra bilmişdi. İndiki söhbət də qatilin izinə düşməkdə xeyli kömək etdi. Amma bircə bu ayaqqabı məsələsini aydınlaşdıra bilmədiyi üçün özündən çıxdı. Dəqiq xatırlarsınız ki, ipli boz ayaqqabılarını geyinmişdi, bəlkə yadınızda səhv qalıb. Xeyr, axı dedim ki, həmin gün əyninə xeyli böyük olan pəncək geyinmişdi. Özündən asılı olmayaraq onun əyin başına nəzər saldım. Ayaqqabısını da onda gördüm. O halda fağır və miskin təsir bağışlayırdı. Sato çox istəyirdi ki, sahabın dostu səhv xatırlamış olsun. Amma həqiqət başqa idi. Həmin gün mərhum çayxanadan çıxanda ayağında ipli bozuntul ayaqqabı olmuşdu. Mələyin sözlərinə görə sahab evdən də məhz həmin ayaqqabıda çıxmışdı. Şöbə əməkdaşı olan leytinat isə bu ayaqqabının bir tayını axtarış zamanı tövlədən tapmışdı. Digər tayı yoxa çıxmışdı. Sahabın ayağındakı ayaqqabını kim və niyə dəyişdirmişdi? Yuxuya gedənə qədər Satonun düşünüb cavab tapa bilmədiyi yeganə sual bu idi. 16. Ötən günün gərginliyi davam edirdi. Sato qarşısına qoyduğu məqsədə çata bilmədiyi üçün dilxor idi. Sırağa gün sahabın qətl işini araşdırmağa başlayarkən işin bu qədər uzanacağını düşünməmişdi. İş masasının üstündə axşamdan qalan istintaq materiallarını və qeyd dəftərçəsini götürüb evdən çıxdı. Gündüzün dediyinə görə Elbrus'un iş yoldaşları bu gün ezamiyyətlərini bitirib rayondan qayıtmalıydılar. Yolüstü dostuna zəng edib məsələni bir daha dəqiqləşdirdi. Danışmısan onlarla? Yox, görüşmək istəyirsən? Hə, bu iş gözlədiyimdən də çox uzandı. Yaxşı, iş yoldaşlarından birinin nömrəsini almışam. İndi öyrənərəm, görək hardadırlar. Deyirsin onlardan yeni nəsə öyrənə bilərik. Hər halda mən də bir danışdırım, şübhələndiyim bir-iki məqam var. Dünən axşam telefonun yenə bağlı idi. Gündüz yarı zarafatla söz atdı. Satonun gərgin vaxtlarda telefonunu söndürməsinə aylardır ki, vərdiş etmişdi. Buna baxmayaraq belə zamanlarda onun işi tək başına aparması ilə razılaşmırdı. Yəqin bilirdi ki, dostu çox əsəbləşəndə işi bərbad edəcək qədər qorxulu olur. Yorğun idim. Nəysə, sonra danışaraq, öyrənən kimi mənə məlumat ver. Sato axşamdan bəri beynində olan fərziyyələri yenidən araşdırmalıydı. Gündüz vaxtı daha əlverişli olduğu üçün işə getməmiş yolüstü Elbrusgilin evinə döndü. Qəsəbə yenidən həmişəki sakit həyatına qayıtmışdı. 2 gün əvvəl baş vermiş qətl hadisəsi isə bəlkə də çoxları üçün artıq yaddan çıxmağa başlamışdı.
Polis nəzarətində olan evə yaxınlaşdı. Taksidən düşən kimi tələsik evə yetişib polisə qapını açmaq işarəsini verdi. Gəlib gedən olmayıb. Xeyr, Saday müəllim. Hadisə yerində keşik çəkən polis əməkdaşı məlumat verdi. Sato qoruyucu əlcəyi geyinib əvvəlcə yataq otağının qapısının üstündəki açarları nəzərdən keçirdi. Bunlar digər otaqların açarlarından çox fərqlənmirdi. Uşaq otağının qapısını açıb içəri keçdi. Yerlər necə vardısa eləcə də açıq qalmışdı. Toxunan olmamışdı. 2 çarpayı yanaşı qoyulmuşdu. Hər halda anası çox vaxt uşağın yanında yatırmış deyə düşündü. Nahidənin əri ilə küsülü olduğunu nəzərə alanda bunu anlamaq elə də çətin deyildi. Yataq otağına keçdi. Həmin gün Sahab öldürüləndən sonra onun açıq pəncərədən necə keçirilə bildiyini təxmin etməyə çalışdı. Qatilin onu küt alətlə baş nahiyədən ağır zərbə endirərək öldürdüyü məlum idi. Meyitə sonradan vurulan bıçaq zərbələri isə yəqin ki, izi azdırmaq üçün düşünülmüşdü. Pəncərənin həndəvərində bir daha nəzər saldı. Qan izi yox idi. Qatil bıçaq zərbələrini onu yatağa uzatdıqdan sonra vurmuşdu. Döşək ağının üstündəki qan laxtaları bunu təsdiq edirdi. Döşəmənin heç bir yerində qan izlərinin olmaması bir daha sübut edirdi ki, mərhum bıçaq zərbələrini ölümündən xeyli sonra alıb. Həmin vaxt yaradan axan qan təzyiqi çox aşağı olduğu üçün yataqdan kənara sıçramayıb. Pəncərəni açıb sırağa gecə hadisə günü həyətdə pəncərə istiqamətində düyməni tapdığı yerə boylandı. Dünənki mülahizəsinin üzərində qalırdı. Qatil Sahabı öldürəndən sonra çətinliklə yaxud da kiminsə yardımı ilə otağa buradan salıb. Deməli, bunun əvvəl Ramizin dediyi kimi evdə kənar kimsə olub. Əvvəlcə uşaq otağının qapısını arxadan bağlayıb, sonra yataq otağındakı pəncərəni taybatay açıb və həyətdəki meyidi içəri salıb. Sahabın alçaq boylu, çəlimsiz biri olduğu nəzərə alanda, qatilin onu pəncərədən keçirməsi o qədər də çətin məsələ kimi görünmürdü. Bu zaman mərhumun köynəyinin düyməsi də pəncərənin kənarına ilişərək qopub. Çox güman ki, qatil bunu hiss etməyib. 17. Sato yaxşı başa düşürdü ki, qətli Nahidə törətməyib. Qatil cinayəti onun üstünə yıxmaq üçün belə plana əl atıb. Ən şübhəli məqam isə həmin gün Sahabın çayxanadan çıxıb getməsi idi. Mələk ifadəsində ərinə evə tez qayıtmasını tapşırdığını demişdi. Çayxanadakı dostu da onun yarım saat oturandan sonra tələsik getdiyini bildirir. Oradan ayrılandan sonra Sahabın ölü halda bu otağa gətirilənə qədər harada olması Sato üçün həqiqətən də çox maraqlı idi. Görünür, adam öldürüləcəyini bilirmiş, deyə düşündü. Hadisə günü darvazanın qapı dəstəyindən tapdığı qan izlərinin Sahaba aid olduğunu ekspertiza dünən təsdiqləmişdi. Bu isə cinayətin açılması üçün yeni bir fakt aşkara çıxarmırdı. Sato bunun qatilin səhvi olduğunu bilirdi. O, Sahabı başqa bir yerdə öldürmüş, izi yayındırmaq üçün otaqda bıçaqlamış, çıxarkən isə həyəcanlı olduğuna görə diqqətsiz davranmış, qapıda iz qoyub getmişdi. Qəribə heç nə yox idi. Adi cinayət hadisəsinin ardıcıllığı idi. Qan izlərinin yalnız darvaza qapısında olması qatilin pəncərədən qaçdığını sübut edirdi. Əks halda eyni tələskənlik nəticəsində yataq otağının qapısına da qan izləri düşməli idi. Bəs uşaq otağı? Qapını sonradan kim açmışdı? Sato bunu xatırlayan kimi tələsik dəhlizə çıxdı. Bütün faktlar həmin vaxt evdə qatildən və otaqda yatan 2 nəfərdən başqa heç kimin olmadığını deyirdi. Uşaq otağının üstündəki açarları çıxarıb lupa ilə nəzərdən keçirdi. Adi gözlə seçilməyən xırda qan izləri gördü. Sato dünən hadisə yerində gələndə bunu heç ağlına da gətirməmişdi. Artıq şübhə etmirdi ki, qan izləri də Sahaba aiddir. Gözləmədiyi halda qatil daha bir ehtiyatsızlıq etmiş, əlindəki qan izlərini açarlardan birinə salmışdı. Hər ehtimala qarşı ekspertizanın təsdiqlənməsi üçün açarları ehmalca götürüb cibindəki kiçik selafona qoydu. Təhqiqatında səhvə yol verməmişdi. Qatil uşaq otağının qapısını açandan sonra pəncərədən həyətə tullanıb qaçmışdı. Beləliklə, iş qapını açıq otaqda oğlunun yanında şirin yuxuda olan Nahidənin üstündə qalacaqdı. Digər otaqları da axtarmaq qərarına gəldi. Divanın üstündəki notebook çantası Elbrusa məxsus idi. Onun iş otağına keçdi. Girəcəkdə kitab şkafının sağ tərəfində qəribə ifunət qoxusu gəlirdi. Səliqəsiz halda atılmış iri çamadanı özünə sarı çəkdi. Zəncirbənd sona qədər bağlanmışdı. Açıb içərisinə diqqət yetirdi. Kəskin sidik qoxusu gəlirdi. Tələsik bükülüb çamadana atılmış paltarları otağın döşəməsinə boşaltdı. Başqa heç nə yox idi. Göründüyü qədər təzə çamadana oxşayırdı.
səliqəli qalmışdı. Diqqətini bir şey çəkdi. Paltarları yığandan sonra çarpaz bağlamaq üçün nəzərdə tutulmuş elastik qayışlardan biri qopardılmışdı. Onun qırıldığı yerdə olan ağ tiftiklər çirklənməmişdi. Ağlına gələn ilk şübhə beyninə ox kimi sancıldı. Çamadan Elbrusun idi. Çox güman ki, ezamiyyətdən qaydanda yanında olub. Sahabın qollarındakı kəndir izini xatırlatdı. Elə bu izi çamadanın qaşı da yarada bilərdi. Belədirsə, qaş oradan dünən qətldən əvvəl qopardılmış olmalıydı. Qatil küt alətlə sahabı vurandan sonra çabaladığını görüb əl-qol atmaması üçün qollarını eni ilə çamadının qayışı enində kəndir yaxud qaytanla bağlayıbmış. Sato indi əmin idi ki, bu məhz qayış olub. Tələsik evdən çıxdı, beynində qarışıqlıq o səviyyəyə çatmışdı ki, bütün şübhələrini unudub, diqqətini təkcə Elbrusun üstünə cəmlədi. Gündüzə zəng etdi. Öyrənə bilmədin. İndicə danışdım, birazdan satacaqlar. Rəisə məlumat ver, Elbrusu elə indi şübhəli şəxs olaraq nəzarətə götürün. Onu niyə? Sən təcili şəkildə dediyimi et. Sonra danışarıq. Ezamiyyətdən qaydanlardan kiminlə danışıbsansa, nömrəsini mesajla mənə göndər. Yaxşı, gündüz bu dəfə də aralarındakı söhbətdən razı qalmadı. 18. Taksi sürücüsü qəsəbədən iş yerinə qədər olan məsafəni baş müstəntiqin tapşırığı ilə daha asta sürətlə qət etməli oldu. Sato yol boyu cinayət hadisəsinin yeni detalları barədə düşünmək istəyirdi. O, Elbrusun ezamiyyətdən Bakıya qayıdan iş yoldaşlarından biri ilə danışıb telefonu söndürdü. Qeyd dəftərçəsini çıxartdı, cinayət detallarını sonuncu dəfə nəzərdən keçirmək lazım idi. Şübhəlilər siyahısında Nahidənin adının üstündən xətt çəkdi. Qələmi siyahıda ikinci qeyd etdiyi adın üzərində saxladı. Mirəli. Gündüzün təhqiqatına görə o hadisə baş verən gün həqiqətən də rayona gedibmiş. Bacısı xəstə olmadığı halda ona baş çəkməyə getdiyini deyən Mirəli ya qorxusundan ya da ki, qatili müdafiə etmək məqsədi ilə ifadəsində yalana yol vermişdi. Satonun artıq buna heç şübhəsi yox idi. Siyahıda 3-cü və 4-cü adlara nəzər saldı. Elbrus və Mələk. Onsuz da çamadan məsələsindən sonra Elbrusu şübhəli şəxs qismində nəzarətə götürüb biraz əvvəl həbs etmişdilər. Aşkara çıxardığı cinayət detallarının əksəriyyəti də qətlin məhz onun tərəfindən törədilməyinə daha çox şarə edirdi. Buna görə də siyahının 3-cüsü sona saxlayıb Mələyin adının üzərində dayandı. Cinayət hadisəsindən sonra Nahidənin mətbəxdə istifadə etdiyi bıçaqlardan biri sahabın həyət darvazasındakı iri boru dirəyinin içərisindən tapılmışdı. Qadın ifadəsində ərini sonuncu dəfə dünən axşam 8 radələrində gördüyünü demişdi. Bu halda demək olar ki, bütün şübhələr onun üzərində çəkilirdi. Ərinin Nahidə ilə görüşməsinin mümkünsüzlüyünə isə az qala and içməyə də razı idi. Doğrudur, sahabın son illərdə içkiyə qurşandığını, evə yığışmadığını, rəssamlıqdan uzaqlaşdığını bir neçə dəfə bildirmişdi. Amma əri ilə münasibətlərinin yaxşı olduğunu deyirdi. Sato əmin idi ki, onun Aynura oxşamasından təsirlənib hissə qapılmır. Çünki əlində Mələyin qatil yaxud da qatil əlbir olmasına dair heç bir şübhəli məqam, istinad edəcək fakt yox idi. Əlbəttə bu ürəyincə oldu. Sonuncu dəfə bu barədə düşünüb Mələyin də adının üstündən xətt çəkdi. Sırağa gün gecə işi araşdırmağa başlayanda dostu gündüz də onunla bərabər təhqiqata köməklik etmişdi. Elbrusun rayonda ezamiyyətdə olan iş yoldaşlarını, Mirəlinin bacısı və taksi sürücüsünü o danışdırmışdı. Həmin gün Nahidə evdən baş götürüb qaçarkən ona aparan taksi sürücüsünün ifadəsini xatırladı. Sürücü o vaxt qaranlıq olduğu üçün üzünü xatırlamadığı bir nəfəri o küçəyə gətirdiyini, ağır çamadanı və əşyaları olduğuna görə ona kömək etdiyini demişdi. Sato bunu yadına salanda Elbrusun üzü yenidən gözlərinin qarşısına canlandı. Hiss edirdi ki, qatilin kimliyi ilə bağlı fikrini qətiləşdirmək zamanıdır. Bu adamın qatil olduğunu sübuta yetirəcək faktları ardıcıl birləşdirsə də qətlin səbəbini izah edə bilmirdi. Bunu da yəqin ki, Elbrus özü ətraflı danışacaqdı. Hər halda danışmaq üçün vaxtı çox olacaq, deyə kinayə ilə düşündü. Taksilərin nadir hallarda gecə vaxtı həmin küçədə olması isə sübut edirdi ki, qatili gətirən sürücü elə Nahidəni aparan adam olub. Satonun zaman hesablamasına görə gecə vaxtı həmin küçəyə gələn də Elbrusdan başqası ola bilməzdi. Əlində çamadan və notebook çantası varmış. Haraya salıb polisə və qonşulara xəbər verəndən sonra macal tapıb çamadanı iş otağına, notebooku isə divanın üstünə tullamışdı.
Şöbəyə çatmağa az qalırdı. Telefonu açmaq istəsə də fikrindən daşındı. Bu dəqiqələrdə beyni daha çevik çalışmalı idi. Diqqətini yayındırmaq olmazdı. İndi başa düşürdü ki, əslində qatil gözlədiyindən daha çox açıq veribmiş. Taksi sürücüsü əşyalarını maşına qoyarkən ona kömək etdiyini bildirdiyinə görə ən azı Elbrus'u çamadanı ağır olmalıydı. Amma Sato az əvvəl onun iş otağında apardığı axtarışdan sonra bildi ki, çamadan evə gələndə içərisində paltarlardan başqa ağır nəsə olub. Ölümün küt alətlə yaralanma nəticəsində baş verdiyi faktı təsdiqləndiyinə görə həmin vaxt çamadanın ağır olmasının yeganə səbəbi o idi ki, içində meyit vardı. Sahabın alçaq boylu olması isə qatilin işini xeyli asanlaşdırmışdı. Çox güman ki, meyit çamadana üzü dizlərinə doğru əyilmiş formada məcbur yerləşdirilərək həyətə, daha sonra isə pəncərədən yataq otağına gətirilmişdi. Keçinmə zamanı sidik kanalı əzələlərin qeyri-ixtiyari yığılması baş vermiş, çamadanın içərisinə sidik axmışdı. Elbrus ezamiyyətdən qayıdarkən özü ilə gətirdiyi əşya və paltarı iş yoldaşları görmüş olmalıydı. Əgər rayondan qayıdarkən çamadanın içərisində ağır əşya olmadığı təsdiqlənərsə, heç bir şübhəli məqam qalmayacaqdı. Sato məhz buna görə Elbrus'un ezamiyyətdən qayıdan dostu ilə görüşmək istəyirdi. Nəhayət ki, telefonu açıb həmin adama zəng etdi. Qarşı tərəf avtovağzala indi çatdıqlarını bildirdi. Məni gözləyin, 10 dəqiqə orada olaram. Taksi sürücüsünə bu dəfə sürəti artırmasını tapşırıb, qayğılı halda gözlərini ovuşdurdu. Yorulmuşdu. 19. Baş müstəntiq artıq sonuncu şübhəli məqamı da aydınlaşdırıb şöbəyə qayıdırdı. Elbrus'un ezamiyyətdən gələn dostu ilə görüşü uzun sürməmişdi. Sırağa gün onun Bakıya qayıdarkən özü ilə notebook və bir neçə ehtiyat paltardan başqa heç nə gətirmədiyini iş yoldaşı da təsdiq etmişdi. Sato bu fikirlərlə taksidən düşdü, iş yerinə çatmışdı. İndi bütün cinayət detalları istisnasız olaraq Sahabın Elbrus tərəfindən öldürüldüyünü təsdiq edirdi. Baş müstəntiqi bu dəqiqələrdə düşündürən ən müəmmalı məsələ isə həmin gün Sahabın nəyə görə çayxanadan tələsik çıxması və öz ayağı ilə ölümə getməsi idi. Elbrus'un onu öldürməsini isə bir neçə ay əvvəlki kimi aralarında baş vermiş mübahisənin daha şiddətli forması kimi qəbul edirdi. Onların harada və hansı şəraitdə qarşılaşması isə hələlik sual olaraq qalırdı. Elbrus'un müttəhimlər kürsüsündə verəcəyi ifadəyə qədər Satonun cinayət hadisəsinin törədilmə səbəbi ilə bağlı qeydlərindən. Elbrus və Sahab gözlənmədən rastlaşıb, köhnə mübahisə mövzusu yenidən təzələnib. Sonu ölümlə nəticələnib. Nahidə isə küsülü olması, aralarında aylardır davam edən soyuqluq, onun qısır olduğunu bilən yeganə şəxsin məhz arvadı olması və qısqanclıqdan yaranan nifrət Elbrus'un işinə yarayıb. Bu cinayətin Nahidənin üstündə qalması üçün yaxşı fürsət idi. 20. Cinayəti törətdiyini etiraf edəndən sonra Elbrus'un müttəhimlər kürsüsündə verdiyi ifadə. Həmin gün rayondakı film çəkilişlərində çox yoruldum. Nahidə ilə aramızda olan problemlər, eyni evdə aylardır küsülü yaşamağımız, Sahabla axırıncı dəfə mübahisəmizdən sonra onun mənə hədə qorxu gəlməsi əsəblərimi tamam pozmuşdu. Son aylar bu fikirləri demək olar ki, bütün gün başımdan ata bilmirdim. Sırağa gün günortaya qədər film çəkilişlərində idim. İşim yekunlaşmış sayılırdı. Deyim ki, yaxşı senari idi, mənə çox təsir etmişdi. Ezamiyyətimizin bitməsinə 2 gün qalırdı. Yorulduğumu, gərgin olduğumu deyib, günortadan sonra Bakıya qayıtdım. Beynimdə özüm üçün plan qurmuşdum. Sahabı tapıb cəzasını verəcəkdim. Həm də bu cəza ağır olacaqdı. Məni və Nahidəni öldürəcəyi ilə hədələdiyinə görə özümü hələ də təhqir olunmuş hesab edirdim. Elə miskin bir adamın mənə qarşı etdiyi hərəkəti özümə yedizdirə bilmirdim. Atama zəng edib bibimin bərk xəstə olduğunu, çoxdandır onu görmək istədiyini, amma bunu ondan gizlətdiyini dedim. Bibimlə biraz əvvəl zəngləşdiyimi xəbər verib, bərk tapşırdım ki, elə bu gün ona baş çəkmək üçün rayona getsin. Xasiyyətinə yaxşı bələd idim. Mən rayondan çıxmağa hazırlaşanda zəng edib yola düşdüyünü, Nahidədən narahat qalmamağımı bildirdi. Sabah gün ortaya qədər qayıdacağım deyib mənə arxayın etdi. Planımın ilk hissəsi baş tutmuşdu. Çamadanımı yığıb Bakıya qayıtdım. Yolda artıq son qərara gəlmişdim. Sahabı tapıb bu problemi bir dəfəlik həll edəcəkdim. Ya yalvarıb üzr istəyərək bir daha qarşıma çıxmayacağına söz verəcəkdi, ya da onu öldürüb cinayəti arvadımın üstünə yıxacaqdım.
Uşağımızın olmamasını hər dəfə yadıma salıb hisslərimlə oynadığına görə Nahidəyə nifrət etməyə başlamışdım. Sahabla dava etdiyim gün evə gələndən sonra onun uzun-uzadı sorğu-suallarından bezib hər şeyi açıb danışdım. Hiss etdim ki, mənə haqq qazandırmaq fikri yoxdur. Buna görə də bərk dilxor oldum. Ramizin öz övladımız olmadığını Nahidə ilə aramızda sir kimi saxlayırdıq. Həmin gün əsəbləşib ona əl qaldıranda məni biabır edəcəyi ilə hədələdi. Artıq dözə bilmədim. Aylardır beynimdə dolaşan fikirlərim arvadımın Sahabı unutmadığını, hələ də onu sevdiyini deyir, şübhələrimi daha da artırırdı. Bütün bunlar kişilik qürurumu alçaldırdı. Bakıya çatandan sonra evə getmədim. Havanın qaralmasına az qalırdı. Qəsəbənin köhnə məhəlləsinin axırında Zibil dərəsi deyilən yerə getdim. Çamadanın içərisindəki paltarlarımın hamısını özümlə gətirdiyim iri selofana doldurdum. Yol boyu qurduğum plana görə Sahabı tapıb söhbəti həll etmək üçün onu bura çağıracaqdım. Gözündə qorxu olmadığını bilirdim. Məndən çəkinmədiyinə görə çağırdığım yerə gələcəyinə əmin idim. Dərənin yanındakı zibillikdən tapdığım dəmir parçasını gövdəsi iri olan ağaclardan birinin yanında gizlədib oradan uzaqlaşdım. Əvvəlcə Sahabın harada olduğunu öyrənməliydim. Təxminən yarım saata qədər onların küçəsində gözlədim. Həmin vaxt hava artıq qaralmışdı. Onunla görüşdüyümü kimsə görsəydi, planım baş tutmayacaqdı. Yaxınlıqdakı çayxanaya tərəf getməyə hazırlaşırdım ki, onun tələm-tələsik evlərinə tərəf gəldiyini gördüm. Nəyə görə tələsiyini başa düşmədim. Gördüyüm bu oldu ki, darvazanın üstündəki zəngi çalmadan hasardan aşıb öz həyətlərinə düşdü. Onda başa düşdüm ki, öz evinə xəlvəti girir. Əvvəlcə elə bildim ki, arvadını gütdüyünü də və nədənsə şübhələndiyinə görə qayıdıb. Hasarın üstündən keçəndə ayaqqabısının sol tayı ilişib küçədə qaldı. Fikir vermədi. Qayıtmayacağını, birazdan içəridə həngamə qopacağını düşündüm. Nə baş verdiyini anlamaya çalışırdım. Bir tərəfdən sevinsəm də planımın baş tutmadığını düşündüyümə görə əsəbi və dilxor idim. Sonra başa düşdüm ki, yanılmışam. 5 dəqiqə keçmədi ki, Sahab eyni cəldliklə hasarı aşıb küçəyə tullandı. Gəldiyi kimi də uzaqlaşdı. Bu dəfə çayxana tərəfi deyil, təzə məhəllə istiqamətində gedirdi. İçimdə qəribə qorxu və şübhələr yaranmağa başlamışdı. Mənim və atamın evdə olmadığını eşitmişdisə, bizə gedəcəkdi. Ramiz yadıma düşdü. Həmin anlar ürəyimin döyüntüsünün bədənimin hər yerində hiss edirdim. Həyəcandan sanki bütün planımı unudacaqdım. Vaxt itirmədən yeyin addımlarla onun arxasınca getdim. Alaqaranlıq küçənin sakitliyi bədənimdə qorxu qarışıq bir gizilti yaratmağa başlamışdı. Arxadan kiminsə onu izlədiyini hiss edib geriyə dönəndə nəhayət ki məni gördü. Həmin an aramızda 10-15 metr məsafə olardı. Dayan, səninlə söhbətim var. Özümü toplayıb acıqla ona səsləndim. Nədir? Əcəlini axtarırsan? Məni görəndə heyrətindən bağrı çatlayacaqmış kimi ayaq saxladı və yerindən tərpənmədi. Gəlib lap yanına çatdım. Burada olmaz, gedək üzü yuxarı köhnə məhəlləyə tərəf, deyib diqqətlə üzünə baxdım. Həmin vaxt gözlərindən kin və qəzəbdən başqa heç nə oxuya bilmədim. Sahab düşündüyüm kimi davrandı. Etiraz etmədən söhbət edəcəyimiz yerə getdik. Zibil dərəsinə qədər olan yolu yanaşı gəlmişdik. Onun da həyəcanlı olduğunu hiss edirdim. Görünür nəsə planı var idi. Səbəbini anlamağa başlamışdım. Ürəyimə danmışdı ki, Ramizgilin tək olduğunu bilib bizə gedirmiş. Nahidə vecimə deyildi. Onu öldürməsi əksinə mənim işimə yarayacaqdı. Amma uşağa görə çox qorxurdum. Dəmir parçasını gizlətdiyim ağaca sarı gələnə qədər artıq aramızda mübahisə başlamışdı. Biz bir-birimizdən aralı dayanmışdıq. Davakar adam deyildim. Ona görə də indi özündən asılı olmadan əvvəlcə əllərim, sonra isə dizlərim, ayaqlarım titrəməyə başladı. Yeganə təsəlli tapdığım şey boy buxunca onun məndən zəif və çəlimsiz olması idi. Durmadan planımı beynimdə götür-qoy edirdim. Gözləmədiyim halda Sahabın da hazırlıqlı gəlməsi tamam əsəblərimi korladı. Yolun kənarındakı işıqlar dayandığımız yerə çox zəif düşürdü. Ayağında idman ayaqqabısı var idi. Hiss edirdim ki, sol əlini bayaqdan bəri ehtiyatla şalvarının cibində gizlədib. Bıçaq olduğunu başa düşdüm. Özümü toplayıb üstünə atılmağımla əlimdəki dəmir parçasını sağ tərəfdən gicgahına çırpmağım bir oldu. O qədər həyəcanlı idim ki, ağacın böyrünə söykədiyim dəmir parçasını nə vaxt fürsət tapıb götürdüyümü heç indi də xatırlaya bilmirəm. İlk zərbədən sonra səndələyib yerə yıxılsa da təzədən ayağa qalxmağa çalışdı. Səni bu qədər hiyləgər bilmirdim, alçaq. Düşünmək üçün vaxtım yox idi.
Nədən danışdığını təxmin etməyə çalışdım. Alçaq sən özünsən ki, başqasının qadınına göz dikmisən. Əlləri titrəyirdi. Məncə həm əsəbindən, həm də aldığı zərbədən özünü toplaya bilmirdi. Cibindən çıxartdığı bıçağı əlində tutmağa cəsarəti çatmadı. Görürsən bu bıçağı? Biraz da geciksəydin, bununla o qancığı da, oğlunu da doğrayacaqdım. Bir anlıq elə hiss elədim ki, ayağımdan başıma qədər bütün bədənimdən yüksək voltlu cərəyan keçdi. Zənnimdə yanılmamışdım. Sahab indi özü də etiraf edirdi ki, Ramizi və Nahidəni öldürmək üçün gedirmiş. Özümü itirdiyimi o da hiss etdi. Əlində çətinliklə saxladığı bıçağı mənə tərəf atmaq istəyəndə var gücümlə ikinci zərbəni endirdim. Bu dəfə zərbə başının arxasından tutdu. Əlindəki bıçaq yerə düşdü və o çapalamağa başladı. Daha çox ləngiyə bilməzdim. Tələsik çamadanın çarpaz qarşılarından birini qoparıb, əllərini bilək hissədən önə doğru bağladım. Qabaqçıdan düşündüyüm kimi çətinliklə olsa da onu sürüyüb, bükülü formada çamadanın içərisində saldım. Ehtiyat planım var idi. Taksi sürücüsünün nömrəsini götürmüşdüm. Xəlvətcə öz həyətimizə girib, sahabın meyitini pilləkənin üstünə qoymağı düşünmüşdüm. Həyətə girəndə otaqların pəncərələrinin qaranlıq olduğunu görüb yatdıqlarını bildim. Buna görə çətin də olsa, sahabı yataq otağına qədər aparmaq qərarına gəldim. Arxa tərəfdən yataq otağının pəncərəsinə yaxınlaşdım. Həmişəki kimi azca aralı idi. Külək olanda açmaması üçün içəridən qarşısına dipçək qoymuşdum. Nahidə ilə küsur olandan həmin otaqda tək yatıb dururdum. İndi də onun burada deyil, Ramizin yanında yatdığını bilirdim. Hər ehtimala qarşı ehtiyatlı olmağa çalışdım. Əgər Nahidə yataq otağında yatmışdısa, oyanıb məni gördüyü an onu da vurmalı olacaqdım. Başqa çıxış yolum yox idi. Tələsik çamadanı ayağımın altına qoyub, pəncərəni ehtiyatla aralayaraq əlimi içəri saldım və bir təhər dipçəyi kənara çəkdim. İçəridən hənirti gəlmirdi. Tələsik keçib əvvəlcə uşaq otağının qapısını arxadan bağladım. Təxminən 10 dəqiqə sonra sahabın meyitini arxası üstə yatağa uzadıb mətbəxdən götürdüyüm bıçaqla 3 dəfə döş nahiyəsindən zərbə endirdim. Elə bil bədənində qan yox idi. Əslində çoxdan ölmüşdü. Biləklərindən bağladığım qarşı açan kimi bıçağı da götürüb həyətə tullandım. Dərhal taksi sürücüsünə zəng edib əşyalarımdan birini yolda unutduğumu dedim və bizə qayıtmasını xahiş etdim. Qabaqcıla notebook'u Sahabgilin küçəsinə yaxın yerdə gizlətmişdim ki, təzədən geri qayıdacaq sürücünü şübhələndirməmək üçün səbəbim olsun. Sahabgilin küçəsinə xeyli qalmış, sürücüdən gözləməsini xahiş edib, qalan yolu qaça-qaça getdim. Bıçağı onun həyət darvazasının turba dirəyinin içərisinə attım. Qayışı, bıçağı, bükdüyüm selafonu və Sahabın hasardan aşarkən küçədə düşüb qalmış ayaqqabısının sol tayını isə kanalizasiya lükuna tullayıb izi itirdim və tələsik oradan uzaqlaşdım. Çiynimdə notebook taksiyə tərəf qaydanda özümü çox qəribə hiss edirdim. Sanki biraz əvvəl qətl törətməmişdim. Həmişəki kimi işdən evə qayıtdığımı düşünürdüm. Elə hiss edirdim ki, rayondan çıxandan bəri hələ də filmin təsiri altındaydım. Ezamiyyət müddətində çəkdiyimiz filmin senarisinə xeyli əlavələrim olmuşdu. Sahabı öldürəndən sonra yaşadığım dəqiqələrdə özümü həmin filmin qorxulu səhnələrindəymiş kimi hiss edirdim. Çünki orada da cinayətkar oxşar üsullardan istifadə etmişdi. Evə ikinci dəfə qaydanda biraz əvvəlki hadisənin xırdalıqlarını qətiyyən xatırlamırdım. Əvvəlcə əllərimdə, sonra isə boynumda və ayaqlarımda dəhşətli keyləşmə hiss etməyə başladım. Həyətə girəndə özümü film qəhrəmanları kimi hiss edirdim. Amma əvvəlcə Nahidənin, daha sonra isə oğlumun qışqırığını eşidəndə sanki yuxudan ayıldım. Birdən-birə bayaqki keyləşmə bütün bədənimə yayıldı. Qollarım boşaldı, çiynimdəki notebook çantası yerə düşdü. Cinayət axtarış şöbəsinin əməkdaşları və qonşular gecə vaxtı bizim evə yığışanda artıq özümə gəlmişdim. Düşünmədiyim və gözləmədiyim halda çox peşman idim. Amma gec idi. Məhkəmə zalından. Mirəli. Oğlumun belə bir cinayət törətməsini heç vaxt ağlıma gətirməzdim. Bu hadisədən xəbər tutan kimi rayondan Bakıya qayıtdım. Təəssüf ki, Elbrusla danışmağa fürsət tapa bilmədim. 2 gündür şübhələrim məni rahat buraxmırdı. Bacımın xəstə olmadığı halda oğlumu məni bəhanə ilə rayona göndərməsinin səbəbini indi anlayıram. Sırağa gündən bəri bu barədə danışmağa qorxurdum. Taksi sürücüsü. Başıma iş açmaq istəmirdim. Ailəm, uşaqlarım var. Buna görə də həmin gün 2 dəfə müştərim olan Elbrus adlı bu adamı cəmi bir dəfə gördüyümü və üzünü xatırlamadığımı dedim. Son.